bugün bura dağılmasa yaxşı. Bunun bağlanmasına mane olan yağın arasında olan struşkadır. Elə möhkəm partladı ha motoru yolda. O, Yoldaşı qaldı bir ay xəstəxanada. Yəni Qorxudan. qorxudan. Elə problem oldu. Benzin rasxodu da azalır. Yəni bu sürətlər qutusunun benzin rasxoduna çox təsiri var. İkinci əl sürətlər qutusu 1500 manata verirlər. sürətlər qutusu təmirlə bağlı sualları yazın, göndərin bizə ki, biz də sualları efirdə səsləndirək və suallarınıza cavab tapmağa da çalışaq. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Avtotəmir Live efirini izləyirsiniz və bugün biz avtomobilin sürətlər qutusuna bağlı, ötürmələr qutusu, el arasında korobka dediyimiz hissə ilə bağlı danışacağıq ki, bugün avtotəmir.az saytın iki üzvü, Aruz ustamız və Şahin ustamız buradadır. Hər ikisi sürətlər qutusunu təmir edirlər ki, və baxdıqları avtomobillər var təbii ki, və təbii ki, izləyicilərimiz də rahat suallarımıza yönləndirə biləcəklər, suallar üzərinə cavab verməyə çalışacağıq ki, sürətlər qutusu da təbii ki, elə bir aqreqatdır ki, ona zamanda qulluq etməsən, sonra bir çox problemləri yaşaya bilərsiniz və xərciniz də çox çıxa bilər. Elə mən istərdim ki, ustalarımızın bir səsini eşidək, onları bir salamlayaq. Aruz usta, xoş gəlmişsiniz, salamlayırıq sizi. Xoş gördük Nur bəy. Mən də sizi salamlayıram. Təşəkkür edirəm dəvətiniz üçün. Xoşdur, xoşdur. İnşallah ki, uğurlu olar, xeyirli olar sizin də bu verilişiniz. Sualları da cavablandırmağa hazırıq. Və dəyərli dostlar, avtotəmir.az saytın daha bir üzvü, peşəkar ustamız, sürətlər qutusuna bağlı hər zaman bizə kömək edən Şahin ustamız da buradadır. Şahin usta, xoş gəlmişsiniz. Mən də sağ ol deyirəm. Çox sağ ol çağırmısınız. Xoşdur. İndi inşallah TikTok vasitəsilə bütün sualları cavablandırarıq. Kiməsə nəsə maraqlıdır, sual verə bilər. Bəli. İndi radioda çox olmuşuq biz. Neçə ildir radioya gəlmişsiniz? 4 il, 5 il var. Lap əvvəlki spesdən. Amma burada ilk dəfə iştirak edirsiniz də. Hə, burada Belə necədir bu fərqli farklı işıq? Yaxşıdır, bura radiodan genişdir, yaxşıdır. Radiodan genişdir. Radio pis idi də yəni. İşıqlandırması yaxşıdır. Radio pisdir. Yox, radioda yaxşıdır. Yaxşı deyirəm. Bundan hamısı yazılır, qeyd olunur ona görə. Sürətlər qutusu təmirlə bağlı ustalarımız Yapon Koreya avtomobillərinə baxırlar, onu mən bildirim sizə. Yəni Yapon Koreya avtomobilləri sürücüləri, bilirəm ki, Hyundai sürən Kia, Nissan, Infiniti, sonra Mitsubishi, Honda, yadıma çıxan var neysə. Subaru elə Şahin usta var. Subaru. Yapon maşınlarında Mazda. Baxırsınız ona. Amma mən nəyi müşahidə eləmişəm? Adətən belə qeyri-adi avtomobillər olanda Aruz usta bir yönləndirmə eləyir. Şahin ustaya tərəf baxır. Deyir ki, Şahin usta Subaru, sonra Şahin usta Mazda, hə Şahin usta. Çin avtomobilə gələndə deyir, hə Şahin usta. Deyir ki, o getsin canınla əlləşsin. Belə bir söz də deyir bəzən. Şahin usta, sən bir çoxuna baxırsan da əslində. Baxmağa baxırıq. Hə, biraz sadəcə orada biraz çətinliklər, ehtiyat hissələri ilə bağlı çətinliklər çəkirik. Amma əsas biz Toyota, Hyundai, Kia, bunlardan yəni mükəmməl problemimiz yoxdur. Sadəcə bu məsəl üçün Honda'da biraz ehtiyat hissəsi tapılmır. Sonra məsəl üçün Subaru çətindir. Kitay maşınları da çətindir. Mən ona görə deyirəm də canı ilə əlləşsin. Ehtiyat hissəsi olmur. Adi bir şunluq qırılır, bir şurup qırılır, bir bolt tapılmır. Onun üçün gərək axtarmalısan. Yəni mən də o qədər özümə əziyyət vermirəm. Ona görə nələrə baxırsan ancaq? Daha sonra nələri qəbul edirsən? Ən çox elə Nissan'dır, Infinity'dir, Hyundai, Kia ən çox bunlardır belə deyək də. İndi Ford'lara da bu əsas belə. Ford'a da baxırsınız axı. Mən onu bilmirdim. Amma indi eşidirəm ki, Ford'a baxırsınız. Yox, Ford'a baxırıq. Sırf Ford'a baxırsınız. Baxırıq. Bəs Chevrolet'ə baxırsınız? Baxırıq Chevrolet. Eyni korobkadır, eyni sürətlər. Bəs nə oldu? Yapon Koreya baxırdınız ancaq. Niyə çıxdınız ki oradan? Yox, belə deyək də, onların da ehtiyat hissələri vardı, hər şey var. Tapmaq rahatdır, ona görə çətinlik çəkmir. Belə sökəndə sürətlər qutusunun içərisində eynidir ki, məsələn Hyundai üzərindəki sürətlər qutusundan Ford'un üzərindəki sürətlər qutusunun o qədər fərqi yoxdur deyə. İş prinsipi eynidir. Belə aşağı yuxarı Mən izah edeyim də. Məsəl üçün yığmaq sizə asan olur da yəni. Chevroletlə Ford düz gələ bilir. Oxşardır. Aha. Amma tam eyni deyil də, bir-birinə getmir. Bəli. Məsəl üçün Nissan fərqlidir. Nissan fərqlidir. Nissan'ın modellər var ki, məsələn. Renault ilə biraz düz gəlir. Aha. Ondan sonra Toyota məsəl üçün gəlir Toyota ilə Mitsubishi ilə 1-2 dənə düz gələ bilir. Belə.
Amma fərqlidir. Mən məsələn Toyota deyəndə IC sürətlər qutusu deyirik də, düzdürmü? Mənə belə saya bilərsiniz ki, yaxşı sürətlər qutusu olan özünüzün bəyəndiyiniz, gördüyünüz sürətlər qutularını belə saya bilərsiniz ki, məsələn mənə görə ilk üçlüyü varsa bu üçlükdə bu sürətlər qutusudur. Bu üçlükdə məsəl üçün sadə sürətlər qutusundan söhbət gedirsə, mən 7 Scores Infinity-nin, məsəl üçün 5 Scores Infinity-nin sürətlər qutusu möhkəmdir. Onun kodu necə gedirir? Ya da kodla deyə bilirsiniz? RB 05 5 Scores'dir, RB 07 7 Scores'dir. Hə, yəni bunu bəyənirsiniz. Bunu sadə sürətlər qutusu olaraq. Başqa? Bir də məsəl üçün bəyənirəm Range Rover-də 6 HP 26, 28, 8 Scores'da onlar da dözümlü karovkalardır. Sürətlər qutusudur. Başqa nəsə ağlınıza gəlir sonra? Variatorlardan da məsəl üçün mən bəyənirəm hibridlərdən RAV4-ü. RAV4-ün üzərində gələn. Camry-nin üzərində gələnlər onlar çox prosundur, yaxşıdır. Sonra Honda-da da yaxşı çıxır. Nissan-da məsəl üçün götürəndə onlardan zəifdir. Nissan sürətlər qutusu zəifdir. Onlara götürəndə zəifdir. Arus'a nəsə demək istəyirsiniz? Yox. Sizin bəyəndiyiniz sürətlər qutusu. Elə mən də Şahin onların hamısını dedi. Eyni fikirdəyəm. Aha. İndi belə deyək də, balaca motorlarda da var, yaxşı sürətlər. Kia, Hyundai-da sürətlər qutuları daha deyərəm ki, bugünkü gün ən yaxşı sürətlər qutusundandır. Bəli. Kialarda, Hyundai-larda həqiqətən həm sadədir, Bəli. həm bizim üçün rahatdır, ustalar üçün işləməyə rahatdır, belə deyək də. Həm də ömrü də uzundur. Bir dənə onlarda belə deyək də, sürücülər üçün artıq rasxod odur ki, filtr içərisindədir. Sürətlər qutusu yerə düşür. Bax, ən çox sevilməyən tərəflərdən biri də budur da sürətlər qutusunda. Hə, o da servis xidməti üçün onun zavod elə istehsal edib, mənə elə gəlir ki, beləncə. Amma çox bəyənirəm bu xarabqaları mən. Məsələn, Toyota'nın Camry-si var, 6 Scores sadə karovkalar, onlar zəifdir. Onlar tez-tez dağılır, şaybə dağılır, nasos altı dağılır, problemlər çox olur. İndi hal-hazırda bizi izləyənlər sürətlər qutusuna baxan, yəni korobka təmiri ilə bağlı, el arasında belə deyirik, iki peşəkar usta burdadır. Hal-hazırda nə sualınız varsa, şərh bölməsinə suallar yaza bilərsiniz. Avtomatı təmir edirlər, avtomat sürətlər qutusunu. Sonra variator sürətlər qutusunu təmir edirlər. Robotu təmir edirsiniz? Bəli, bəli. Robot sürətlər qutusunu təmir edirlər. Yəni bu sürətlər qutusuna bağlı indi yaşadığınız bir nə problem ola bilər? Məsələn, ötürmələrdə gecikmələr, atmalar, vurmalar və s. və s. Yəni avtomobilizdəki problemi siz daha yaxşı bilirsiniz. Yazın bizə şərh bölməsinə, yazın göndərin suallarınızı, onları da efirdə səsləndirək. Bu yaxşı bir imkandır. Biz ümumiyyətlə peşəkarları efirə dəvət etməklə çalışırıq ki, bir maarifləndirmə işi görək. Adamların təcrübəsi də çoxdur. Sırf sürətlər qutusu yığırlar və suallarınızı da cavablandırmağa hazırıq. Ekranda bəyənə zəhmət olmasa bəyənək ki, bir sayımız artsın və şərh bölməsində rahat mesajları yazıb bizə göndərə bilərsiniz ki, Avtotəmir az live efirini izləyirsiniz hal-hazırda və Haboline yağlarının baş sponsorluğu efirimiz yayımlanır. Təbii ki, sürətlər qutusunun ömrü uzun olması üçün ona qulluq etmək lazımdır. Bəli. Qulluqdakı sürücü nə eləyir? Qulluq Məsələn, bir dostumuz üzrə Arus'da. Dostumuz deyir ki, Nissan hansı modelini sürür? Baxıram, Nissan idi də. Nissan Tida. Nissan Tida'da 100 min yürüşü var yoxsa yox? ən yaxşı korobkalardan biri də olar. Hə, Lada Granta 2019-dur, 100 mində yürüşündə. 105 Hindistan min. Sunny'nin eynidir. Yox, Hindistan öndü. 19-da 19 Hindistan. JF 015-dir. Ya Jatdır. variatordur. Variatordur, hə. Yox, o zat. 4 pillədir, hə. JF 017-dir onda. Onda Hindistan Sunny. Adı sadə avtomat korobkadır. Çox yaxşı sürətlər qutusudur onun üstündə. Hə. Sadəcə olaraq onlarda biraz yağ temperatur məsələsi olur. Tez qızma, yağ açıqlığına tez gedir də. Bəli. Sadəcə olaraq yağı vaxtında dəyişmək lazımdır. Hal-hazırda bugünkü günü Yağı necə hansı yürüşdə dəyişmək lazımdır? yağı valla mən belə deyərdim ki, maksimum 50 mindən bir onda dəyişmək. Oyda. İndi bir məsələ var. 105 mində dəyişməyib və bugün belə bir sual verirdi ki, ona görə də. Onlar ki, mən sürüm yağın dəyişməyib, nə problem yaradacaq dedi. Allah, yağı gec dəyişəndə mən bugünkü gün indi beyində getmişəm. Həmən yağ gec dəyişəndə beyində proseslər nə baş verir? O da sürətlər qutusu nəyə görə xarab olur? Yağ dəyişmənin gecikmə səbəbini göstərəcəm sizə də inşallah dinləyicilərə də göstərəcəm. Bəli. Yəni orada yağ gec dəyişəndə əlbəttə ki, yəni sabahlar onun artıq özünə raskoda edir də. Beyin dəyişdi. Bugünkü gün onların beyinin biz gidroblok dediyimiz də çətin tapırıq.
Başqa zapçasları var, friksiyondur, sanikdir. Onlar elə bir bağlı bir şey deyil. Amma ki artıq belə deyək də, onun bugünkü gün ikinci əl sürətlər qutusu 1500 manata verirlər ölüxanalarda da. İkinci əli 1500. İkinci əli 1500. Amma alıb da onun üzərinə qoyanda heç bilməyəcəksən o işləyir, O da işləmir, ki o da bilmir xərc. necə gəlib, necə belə deyək də, yəni artıq rəsxodlara salacaq o zaman. Ona görə yağ bir də ki onların sürətlər qutusunda Aha. yağ esmatik yağ deyirik. Yəni 7 Yeddi skorsa yağı ilə eyni gedir. Yəni adi sadə avtoyet yağ tökmək olmaz ona. Bəli. Yenə dediyim kimi temperatura həssasdır. Lada Grant'ın yağ dəyişməsini deyə bilərsiniz, neçə olacaq qiymət? Ola biz elə belə deyək də, Nissan Tiida ilə indi müqayisə eləsəz belə. hardasa 200 manata çıxır. 200 manata gəlib çıxacaq. Ya amma esmatiklə də yağla dəyişir. Filtri dəmir filtridir. Amma orada yağ markasının önəmi var da, hansı markanı Yağ seçir? markası var, önəmi var. Hə, o qiymət dəyişir də orada. 20 Sən manat təxmin var, hesabladın ki, 25 manat var, 22 manat var yağın litri. Yəni belə deyək də, yenə dediyim kimi ucuz yağda tökmək olar, ATF də tökmək olar ona 15 manat da, 12 manat. Sadəcə olaraq zavod istehsalçı təsdiqlədiyi yağın minimum qiyməti 20 manatdan başlayır. Yəni yağ firmasına baxmayaraq. Və yağ markası da bizdən soruşanlar, ustalarımız da bilirəm ki, hansı yağ markasından istifadə edir. Havalayın Matiges. Havalayın buradadır, dəyərli dostlar. Və bu yağdan rahat avtomobil mühərrikinin də sürətlər qutusunda yağını dəyişə bilərsiniz. Çünki uzun müddət də aruzda da elə bu yağla çalışır. Bəli, bəli. Neçə ildir təxminən? Ola biz dediyim kimi servisdə işləmişik, rəsmi servisdə. Nə qədər neçə il olar? 10 il orada işləmişəm, 10 ildə belə işləyirəm. 20 ildə havalayın. 20 ildə havalayın işləyirəm. Şahin Usta da elə təxminən 20 ildir. 20 ildə havalayın yağı ilə çalışırlar və indi də hal-hazırda elə avtomobilə havalayın yağı əlavə edirlər. Bu nə deməkdir? Yəni uzun illər 20 ildə problem yaratsaydı böyük ehtimal ki, bu yağdan istifadə etməzdi. 100%. Mən öz avtomobilimdə də yəni demişəm hər dəfə də deyirəm, yenə də deyirəm. Mənə bir dəfə başqa yağ firma hədiyyə elədi. Mən həmişə havalayın tökürdüm həqiqətən. Bunu reklam üçün demirəm, yəni səhər-səhər öz qarajda saxlayıram maşını. Aha. Kodladım, gördüm klaçokları səsi. 1 2 5 gördüm, yox, kəsmirsiniz. Qaytardım, yəni havalayın tökdüm. Hədiyyə idi deyə görürsən, dedi ki, mən istifadə edeyim. Havalayından rahat istifadə edə bilərsiniz, dəyərli dostlar. Və avtomobilin də yağ dəyişməsini vaxtında dedin ki, sürətlər qutusunun yağ dəyişməsinə bağlı rahat sualları bizə yaza bilərsiniz. Beyrək bəy nə yazır? Salam verir bizə, sağ olsun. Yazır ki, qardaş, Moykada avtoyuma mərkəzində maşın açarı qalıb, maşında necə açaq xidmətiniz varmı? Əslində bununla bağlı, qapının açılmasına bağlı təbii ki, ustalar var. Açar, pult təmir edən ustalar bunu edirlər. Məsələn, mən ustamız var, Avtotamir Azın üzvü Zahid ustanı buradan salamlayıram. O bu işi sizin üçün görə bilər. Yox, Beyrək bəy, üzv- buradasınız yoxsa yox? Elə olur ki, o pultdan da olmur da, akkumulyator ölür. Nəm də nə maşındır? Akkumulyator ölür, Hər maşındadır. pult işləsə də açmır qapını. Açar içində qalıb da. Patkinliki çıxardıb trosla kapotu Yox, deyir, açıb. açar. Yox, maşın açarı qalıb maşında. Necə açaq? Qapı açılmalı. Ha, qapı açılmalı. Bəli. Qapıların açılması Zahid usta bax bu xidməti sizə göstərə bilər. Amma avtomobil qapısına söhbət gedir də. Zahid usta sizə yardım edə bilər. Ki yazılı suallarda bizə göndərin rahat şəkildə. Efirə qoşulmaq istəyənlər WhatsApp qaydasındadır. Efirə qoşulmaq istəyənlər Avtotamir Az səhifəsindən canlı yayında siz də bizə yaza bilərsiniz ki, sürətlər qutusu təmirindən bağlı, el arasında bildiyimiz korobka təmirindən bağlı nə sualınız varsa rahat yönləndirin suallarınızı bizə. Şahin usta, bura gəlməmişdən əvvəl hansı avtomobil sürətlər qutusunu təmir edirdin? Demək, bura gəlməmişdən qabaq bir dənə Camry idi 2019. Aha. Onun sürətlər qutusunu təmir elədim. Bir dənə Nissan Juke idi. Bir də Ford Fusion. Onu da Üçün də bir eyni gündə təmir edirdin? yox. Biri Camry saat 11-ə hazır oldu. İndi Juke məndə 4 dənə podiyomnik. Aha. 7 dənə işçi var. Yəni ki, Hə, təmir maşallah tək mən işləyirsən. işləmir, Bəs təmir başqa vaxt iş yoxdur, belə danışırıq. Usta. yox, məndə başqa işləyəndə Deyirsən də, şey var, deyirsən. bizdə həmişə var. Durğunluq oldu, Deyirsən, hamıda hani- oldu. Bir müddət oldu, amma bizdə Və rəsxodu çoxdur. Hə, xərcin çoxdur. Xərcin çoxdur. İndi nəyə xərci azaltdı, amma maşallah iş var da. xərcləməsən gəlmir də. Xərcləmək lazımdır, əsas odur. Arus da yaxşı xərcləyir. Arışda. Arus da yaxşı xərcləyir. Hə, Nissan Juke sonra Bir də Ford indi salıb sürətlər qutusunu yığmalı idi. Fordun sürət qutusunda nə problem vardı? Məsələn, bir dənə də nə idi? Təzə X-Trail 2014-ün qalovkasını çıxardırdılar. Aha. Mən də saat 5-dən gəldim, hazırlaşdım. Bəli. Gəldim çəkilişə. İmkan vermir ki, pulunuzu qazanasınız da. Yox, pul qazanmaq deyəndə bu da lazımdır. Biraz Əlbəttə fikir ki. dağılır.
Əlbəttə ki. Fordun nə problemi vardı Ford Fusion'un? Ford Fusion'un sürətlər qutusu tərtəmizdir. Gidrotransformator publik Aha. el arasındadır. O xarab olmuşdu. Onu da Nicat usta yığdı. İndi o xarab olmuş dedi, yəni sürücü nə hiss elədi ki, gətirdi ki, avtomobildə problem var. Titrəmə verirdi. Həm titrəmə verirdi, həm də ki bu filtr tutulur. Aha. Elə ki wheel deyir də. Səs gəlir. Vıcıltı səs gəldi. Ona görə gətirdi. O da gidrotransformatorundan publikdən çıxdı yəni. Gidrotransformatoru publikdə təmir edir ustalarımız, onu da bildirək sizə. İndi Aruslan işi ilə bağlı soruşsam, Arusla Bizdə də yaxşıdır işlər gedir. Bu günlərim yenə elə bir Nissan Micra çökmüşdü bizdə. Publiki dağılmışdı. Aha. Publiki yığıldı, içi yığıldı yerinə. Bəli. Bir dənə də Kia Sorento filtr dəyişildi. Onlarda bildiyimiz kimi filtri dəyişəndə qarabaya qoyulur yerinə də, yəni sökülür. Yəni ən çox belə deyək də, məndə hal-hazırda Nissan maşınlarıdır. Bəli. Mən işləyirəm. 200 dənə maşın var orada, sökülürlər. Bir də üzr istəyirəm. Yəni Bir ki, sual- bizdə bəli. bəlkə də sonra verərsəm sualını. Yəni Aruzdur mənəm, bizdə 4 dənə polyomnikdir. Bu məsələn bizdə Slesarlı çilingər işi də gedir, lava kolonkasından tutmuş, çilingər bölməsi var, motorisi var, elektrodu var. Yəni bizdə tək sürətlər qutusu ilə Sırf siz amma sürətlər qutusuna baxırsınız özünüz. sırf sürətlər qutusu, amma Ümumi bütün işlər Amma görürsünüz. işçilərimiz var da. alqı satqıya gəlir. Hə. Elə müştərilər var, elə bir məsələn alverçilər var ki, ancaq deyir ki, get məsələn bu maşını Şahin servisində yoxlat. Bəli. Deyirlər ki, zəmanətdir, səhər nəsə bir şey olsa cavab deyil. Məsələn, get Aruzun servisində yoxla. Şahin usta neçəyə yoxlayırsan maşını alçaqda? 90 manat, 100 manat da belə civarında. Hər şeydə deyirsən Bəli, orada. hər şeydə. Dəmirçisinə kimi dəmirçi, vuruğu var, zərbəsi var. Hamısını tam məlumat verdik. 90-100 manat ətrafında yəni. Satan adam gəlib yaxınlaşır, cibinə pul basır ki, Şahin usta. Onu gizlət bir dənə. Bizdə elə şey yox da indi. Yox, sizdə Elə bir şey yoxdur. olsaydı indiyə kimi mən burada nə işim var idi? Hardaydı ki, nə fikirləşirsən ki? Neyləmə fikrin var ki? Yox. Kosmosda da. Amma maşallah maşının da var, sürürsən, evin də var. Şükür Allaha. Yəni Elə yox. Əgər elə şey olsaydı, Başqa- indi Şahin olmazdı. Şahin adında usta qaçıb gizlənir. çox gözəl. Necə bir-birlərinə dəstək olurlar. Ha, yox, yəni elə Bir-birlərinin kürəyini yerə verməzlər. Bir məsələ, o olmayıb, təklif olmayıb da amma adam özü təklif eləsin, sənə bildim, sən qəbul eləmirsən. Adam Yo, zəng eləyir, deyirəm qardaş, nədə var onu da deyəcəm. hə, Sadəcə deyir ki, maşın əgər Allah tərəfi yaxşıdırsa, o bir dənə atalar məsələ var, deyir, o qaldırıb nə bilim yuxarı qoyar, o var. hava dağa qaldırar, dağdan Nəsə salar. də, Hə, Mən də demişəm qardaş, halallığa budur, pis maşın deyirəm. Allah hər ikizə xeyir versin. eyvallah. Maşın var məsələn deyirəm yox qardaş, bu problemlər var. Yazılı surətdə bizdə çıxır, peçatda bu qədər xərci var. Biz bunu indi başlayanlar var, biz bunu 10 il, 15 il bundan qabaq bu işi görürdük. Özü mənə Ciddi deyirəm. İndi başlayanlar deyəndə kimləri nəzərdə tutursan? İndi bu Sən özün mən gətirirsən o temaları. Mən istəmirəm danışam. qardaş, indi başlayanlar deyəndə indi məsələn o qədər yerlər açılır ki, məsələn alqı-satqı yerləri nə bilim nə. Yoxlayırlar. Yəni, Güya yoxlayırlar da. Onu bacaran usta olmalıdır. elə. Vallahi deyirəm bacaran usta olmalıdır. Hə. Mən bir yer açdım Babəkdə. Bəli. Nəsə işçilərimin stajçısını qoydum orada. Aha. 2-3 dənə işçi orada işlədi. Bəli. Düz 6 ay işlədi, 5 ay işlədi. Müştəri təzədən ora gedir, qayıdırdı, gəlirdi mən işlədiyim yerə. 7500-də ziyana getdim. Oo. Yəni ki o mənada demirəm, yəni ki şey belə əgər sənətkar olmasa, istəyir qızıldan servislik ki, xeyri yoxdur. Müştəri sənətkara gəlir. Və gəlir deyirsən ki, işlər nətərdir? Şükür yaxşıdır. İndi bir ara bir ay yarım bundan qabaq durğunluq. Durğunluq o hissə hər Yenə yerdə də var. hamıda durğunluq idi. Allah'a şükür məndə də iş gəlirdi, Bəli. zəif idi. Yəni Bəli. o pul gəlməlidir ki, mən də işçilərə verməliyim, onlar da ürəklə işləsin. Bəli, doğru. İndi Allah'a şükür iş yaxşıdır. Yəni ki, sənətkar Amma sürücü o sənətkarı necə seçə bilər? Ay usta, gedir yerinə, onu necə təyin edərsən ki, bu yaxşı mən ustadır, yaxşı izah deyil. edeyim də məsəl üçün gəlir Elnur bəy gəlir. Usta yanına gedirəm, hə. Gəlsən mən yanıma. Aha. Mən onu qane eləyir. Nəyi qan eləyir? Məsələn gördüyüm xidmət. Maşın Yox, təmir. tanımıram axı, xidmətdən sonra tanıyacağam səni. Bəlkə elə mən getdiyim usta məni aldadacaq. Yox, mənim onda işdən müştərim, keçəcəklər. məsələn, mənim müştərim gəlirsə, o ona deyir, get Şahinin yanına. Hə, apar açar ver. Belə çıx deyək də gəl. Enur bəy, bugünkü gün şəxsən mən özüm ən çox problemli maşınlar işləyirəm. Necə problemli maşınlar?
usta yanından qayıdan maşınlar. Müştərinin belə deyək də başına oynatırlar, əziyyət verirlər, bilmədən işi götürürlər. Yəni öhdəsindən gələrik, bəlkə Öhdəsindən düzəltdik. gətirək, bəxtə talihdir, deyir ustadır, işi yoxdur, deyir eləyərəm, sökərəm, amma Bəli. yəni bir həftənin içində mən 3 dənə mənim yanıma avtomobil gəlib, ikisi Sumqayıtdan gəlib, biri Bakıdan elə öz İkisi Sumqayıtdan gəlir. Sumqayıtdan gəlib, 2 dənə avtomobil. Yax 3 dəfə İnşallah yaxşı olacaq. Bugün bura dağılmasa yaxşıdır. 3 dəfə karobka qoyublar. İkinci əl karobka. 2 dəfə özün yığıblar. Heç indi mən karobkanı yığdım, qoydum üstünə. Bax, bütün botlarını sarvat ediblər. Bütün şunurlarını qırıblar. Harda? Sumqayıtda. Sumqayıtda harda? Sumqayıtda harda? Hə. Demək istəyirəm. Fikirləşir, demək istəyirsən. Yox, deməyək onu. Hə. Yaxşı. Amma elə bir istiqamət verə bilərsən də. Məsələn, o Sumqayıtda məşhur deyil. Məsələn, mən göyərçin tanıyıram da. Sumqayıtda göyərçinin nə bilim Yox, bu mən heç istiqamət. adam tanımıram. Sumqayıtdan 1-2 nəfər usta tanıyıram. Yaxşı da insanlardır, həqiqətən. Sumqayıtın çox peşəkar ustaları var. Buradan salam veririk. Yəni mən əsas birinci insanlığı önəmlik verirəm. Yaxşı insandır, düzgün adamdılar. Amma sadəcə olaraq belə şeylər eləyirlər də. Neynəmirlər ki? Yəni eləmə. Adam yaxşı gedib ondan pulunu ala bilir təzən gəlir, yoxsa? Ha, onu bilmirəm, amma o adam bir dənə özü də bir karıb qalıb qoyub ora 1200 manata. Aha. O da heç pulunu da qaytara bilmir. Nəysə də axırı o vəziyyətə gətirirlər ki, yəni mənim yanıma ki, hansısa bir müştəri gələndə belə deyək də, karabka ilə bağlı götürüb aparan deyirəm qardaş, bunu sökdürəcəksənsə, Bəli. yəni sonra mənim yanıma gəlmə də, həqiqətən əziyyət çəkirik. Ona görə bir dənə tövsiyə edirəm ki, yəni bilmədiyi işləri getməsinlər. Bir necə sual verim sizə. Onları bir dənə bir aşkara çıxardaq, paylaşacağıq. Bilirəm ki, izləyicilər də maraqlı olacaq. Məsələ nədir? Hansı avtomobillərin sürətlər qutusu yağ dəyişmədə yerə düşür? Hansılar yerə düşmür? Çünki alıcılar ona diqqət eləmirlər bəzən. Yağ dəyişmə vaxtı gələndə yerə düşən sürətlər qutusu ki var, filtr dəyişilir ha. Onu deyir, ayda, bunun xərci niyə 400 manatdan yuxarıdır ki, mən bunu bilmirdim. Amma elə sürətlər qutusu var ki, avtomobil üzərində. Heç yerə düşmür də, üstündə dəyişirsiniz, məsələn 200 manat xərci çıxır, onunla da hər şey rahat olur. Və onu mənə bir açıqlama kimi verə bilərsiniz belə ki, rahat da yadda qalan olsun, izləyicilər onun Əsas içində. Nissanlardadır, düşmür. Düşmür, hə. Nissanda düşmür. Kia'da, Nissan heç birinə Kia düşmür. Hyundai'da köhnə modelləri. Vəssalam, qalan hamısı düşür. Bir də Zeyf karobkalar. Bax, Kia'larda düşür, Hyundai'larda düşür, Toyota təzələrindən Hamısı düşür. düşür, ha. Ondan sonra Lexus'da düşür. Öyle deyək də, bu robot Düşməyənlər Nissanda düşmür yerə. düşman Nissan'da düşür. Nissan elə bir modeli var, düşür sürətlər qutusu yerə. Yox. Yoxdur, yox. Yox, Nissanda düşmədi. Sonra Infiniti-də düşür. Infiniti-də düşmür. Yox, düşmür. Belə deyək də, yəni onu adi heç sürücü özü belə baxsa, yəni onu belə kaput açıb baxsa, orada onu görə bilər ki, onun karobkası Nə görəcək orada? Orada deməli karter dediyimiz bir şey var da, yağın axan Hissəsi var orada. da yağ. Karter alt tərəfdədirsə, sürətlər qutusunun alt tərəfindədirsə, o açılır. Düşür. Düşür. Filtr də onun içindədir. Bəli. Yox, qabaq tərəfindənsə, maşının qabaq bamperindən üzbəüz karobkanın qabaq hissəsində. Aha. Belə düzünədirsə, onun üçün filtr içərisində, onun üçün sökülməli. Yəni adi belə deyək də Sökülməlidir, başa düşmədim. O düşmür. düşməlidir. O düşməlidir. Düşməlidir. Belə deyək də kapotu açdım, baxdım. Gördün ki, karter, plasmas karter. Qabaq tərəfdənsə kapot maşının qabaq hissəsində düzünə. O düşür. Radiatoruna üzbəüz. o düşür. O düşür. O karobkalar hamısı düşür. Nə maşının olsun. Amma sürətlər qutusunun altındadırsa, Sürətli bayaq qutusunun qarşısında olur. altındadırsa, altda. O düşmür. O düşmür. Orada filtr onun içindədir. Tamam. Yəni, belə Üstünə deyək də- dəyişə bilirsiniz onu. Ha, onun üstünə, yəni onu kimsə maşını alanda belə oradan da baxa bilər. Deməli, amma ümumi Nissan-da düşmür, Infiniti-də düşmür, Hyundai, Kia-nın köhnə modellərində. Modellərdən başqa təzələrin hamısı düşür. Təzələrin hamısı düşür. Hamısında- Təzə deyəndə ilin hansında da tutursunuz ki, neçə ildən yuxarı? 2007-dən bəri də Düşür onların sürətləri. ha, hamısında filtr içində. Orada mühərrik fərqi varmı? Bu mühərrikdə düşür, bu mühərrikdə düşmür. Bəzilərində olmalıdır. Aksentdə əsaslar düşmür. Ha, aksentlər. Aksində düşmür yerə. Yəni bunu da izləyicilərimiz bilsinlər, bilirəm ki, onlar da maraqlıdır. Hər dəfə yağ dəyişmədə orada artıq bir xərc var. Yaxşı o yerə düşməyə yaxşıdır, Xərc yoxsa deyəndə düşməməyə. Xərc deyəndə 200 üzr. manat xərc var da belə götürəndə. Xərc deməyi maşın sürürsənsə xərcləməlisən. Maşın Biri var az xərcləyim, biri var çox xərcləyim də. Yox, sürətlər qutusu 60 mindən, 80 mindən sürətlər qutusu 200 manat verib yağ dəyişmək çox xərc deyil ki, az xərc. Əgər o həm də sürücünün gözünə görsənirsə, heç sürməsə yaxşıdır. Həm o düşmə ondan o altdan açılmaqdan gözəldir ki, nəyə görə gözəldir? İzah edeyim. Məsələn, sürətlər qutusu düşür aşağı, filtri açıb baxırsan.
açıq baxdığında söküb friksiyona, salon krem komplektə hamısına baxırsan ki, yəni içi yaxşıdır. Qaydasında da. Amma qaydasındadır. Boblikin O da bir- çıxardırsan, qoyursan təmizləyirsən. arkadaşlar, salnikini dəyişirsən. Məsəl üçün görsən struşkadı təzədən sökürsən, yığırsan, təmir edirsən, o qabağa düşür. Hə, bunun müsbəti odur ki, əvvəlcədən orada problemi görə bilirsən. Bəli, Filtr bəli. üçün. Amma birisində görə bilmirsən. Görə Orada bilmirsən. birdən-birə dağılır. Bir dənə filtri görsən, gidrobloku görsən, bir də filtri. Filtri də açıb dəyişirsən və yaxud da Bəli. yuyub təmizləyib qoyursan üstünə. Bəli. Nəsə demək sizin arzuda, yoxsa Yox, elə bu cür. bu cür. Yaxşı, bunu da öyrənmiş olduq. İndi bir məsələ var ki, bəs gidroblokun yuyulması var. Deyirlər, yəni yuyaq gidrobloku. Düz dedim də yəqin. Bəli, bəli. Sürətlər qutusunun yuyulması var. Sürətlər qutusu yığanda yığılır. Yığılanda Ha, canım. yığ Amma gidrobloku nə zaman yuymaq lazım ümumiyyətlə? Yuyurlar. Bu problemli məsələlərdən biridir əslində. Əslində Bəzi usullar deyir yuyulmalıdır, bəziləri deyir yağ dəyişəndə yuduzdurun onu. Yəni bu doğrudan yuyulmalıdır yoxsa yox? Mən bir çox usullar var ki, deyirlər ki, yox, onları yuduzdurmayın. yox. Əgər sürətlər qutusu sökülüb təmir olunur, salon krem komplekt və friksion krem komplekt dəyişilirsə, mütləq gidrobloku sökülüb porşinləri Yuyulmalı. yuyulmalıdır Bəli. və təzədən yığılıb yoxlanmalıdır. Əslində aparatlar var ki, məsəl üçün o gidroblokun tam yoxlanması, o aparatlar var, salonetlər işləyir, işləmir. Mən indi onlardan bizdə məncə yoxdur. Var, Mən eşitmişəm axı, məhkəm bir elə yer var ki, var. Salonları yoxlayırlar. var, amma o da çox dəqiq deyil də. Dəqiq yoxlanma aparat çox bahadır. Mən işləyirəm. Yəni o yoxdur Azərbaycanda deyirsiniz. Yox, hə? Azərbaycanda yoxdur. Məsələn, dəqiq deyir ki, bu salonət işləmir. Aha. Qızır məsələsi problemi olur və yaxud da ki, təzyiq vurursam, porşun buraxır onu yoxlamaq. Amma biz yuyulma deyəndə mən ki, qustarını sökürsən, Bəli. məsəl üçün porşinlərini təmizləyirsən, yuyulma bizdə o deyilir. Məsələn, sürətlər qutusunu biz əgər elə yuyub qoyuruq, əgər işləməzsə biz dəyişirik. Yağ Amma elə dəyişəndə olur ki, işləyir. Yox, yağ dəyişəndə ehtiyac yoxdur. Ehtiyac Yox, yox. yuymağa ehtiyac var. Yuymağa ehtiyac yoxdur, yox, yağ dəyişən. Sadəcə olaraq sürətlər qutusunda struşka yayılırsa, karobkanı sökəndə, Bəli. onda məcbursan ki, onu yuyasan. Onu da belə eləyirik, yuyuruq, qoyuruq, yoxlayırıq, işlədi, işləmədi, altdan açılıb dəyişir. Gidrobloku da yummağın indi üstdən yumursunuz da, yəni ki, onda yuyulma təsiri var da. Elə də Onun təmiz sökülür. sökülür, yerdə açılır. Yuma odur yəni əsl yuma. 3 hissədən, elə olur 4 hissədən ibarətdə açılır, yuyulur, təmizlənir, porşinlər sonra təzədən yığılır, qoyulur üstünə. Hə, yağ dəyişmə mərkəzində bəzən belə təkliflər olur ya, ona görə yağ dəyişmə usulları yuyurlar onu. Yox, 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 dəyişmə ustaları yox, yuyulur. Burada bir məsələ var, usta. Deməli sürətlər qutusunun yağ dəyişməsinə əgər adam gecikdiribsə, çox vaxt yağ dəyişməyə gedəndə yağlama mərkəzləri sürətlər qutusunun yağı dəyişməyə öz ötəsinə götürmür. Çəkinirlər bundan. Elə çəkintilər yaxşıdır əslində. Çünki ona sürətlər qutusu ustası baxmalıdır. Əslində sürətlər qutusunun yağını dəyişdikdə sürətlər qutusu ustası dəyişməyə daha məsləhətdir ki, özü baxır vəziyyətə. Məsəl üçün karteri açır, struşka varsa məlumat verir ki, məsəl üçün bu sürətlər qutusu yığılmalıdır. Bəli. O da deyir ki, məsəl üçün yox, elə yağı dəyiş gedim. Yəni o gedir və yaxud da sürətlər qutusu dayanır, nəsə problem olur, təzədən gəlir, pulun verir. Amma bunu deməyən də yağ dəyişən bilmir də, demir. Və yaxud da ki, sürüş usta keçirmələr normaldır. Gecikmə varsa deyirsən ki, bunda gecikmə var, amma sürətlər qutusunun yağını dəyişirəm. Ola bilsin düzəlsin, ola bilsin düzəlməsin. Düzəlməsə üzrə sürətlər qutusu sökülməlidir. Bəli. Biz bunu deyə bilirik. Məsələn, və yaxud da ki, başqa sürətlər qutusu işləyən adam deyə bilər. Amma elə yağ dəyişən onu demir. Səhər də gedir yağ dəyişən üstündə. Amma desə yaxşıdır da. Yəni yağı dəyişsə də belə, indi insandır da, indi işləyirlər hamısı. Çox adam yağın üstünə yıxır, amma yağlıq bir şey yoxdur. Amma yəni görsə problem var, deməlidir ki, burada problem var. Yəni bunun yağını dəyişsən effekt verməyəcək və ya daha da problem çıxacaq. Yəni elə yağı dəyişmək öcə problem deməkdir da. Yəni daha da köhnə yağ qatı olur. Bəli. Köhnə yağ qatı olanda işləyir onunla. Bəli. Amma təzə yağ duru olur da. Siz onda məsləhət görürsünüz ki, axıra kimi sürsün də elə, dəyişməsin yağını, yoxsa necə? Orada öcə 50-50 də dəyişsə işləyə də bilər. Siz onu sürüb idarə edib deyə bilərsiniz ki, hə qardaş, mən yağı dəyişsəm o dayanacaq. Yox, sürməklə də bilinir. Bir də ki, yağı dəyişəndə görsən ki, struşka var, yeyinti var. Orada deyirsən ki, bu yeyinti nəyin yeyintisidir? Dəmir qırıntığıdır və yaxud friksiyon yeyintisidir və yaxud
belə deyək də, başqa bir orada detal qırılıb. Yəni oradan önce bilmək olar ki, bu avtomobili həmən o struşkadan da, Bəli. yeyintidən bilmək olar ki, bunu nə qədər sürmək olar, nə qədər idarə eləmək olar. Friksiyon yeyintisisə bilirsən ki, friksiyondur, yəni maşın 200 min gedib. Aha. Bunlarda azalmalar var. Aha. Belə deyək də, sürəndə bir pillələri dəyişəndə az hiss edə bilər, elətdirə bilər. Bəli. Amma yəni bu avtomobili sürmək olar, friksiyon da yeyir. Amma yox, detal qırıqlığı varsa, dəmir yeyintisi varsa, bunu sürmək olmaz. Bunu elə bir ki, ya yolda qalacaqsan, ya artıq rasoda gedirsən bu sözdə. Bizi izləyənlər sürətlər qutusuna bağlı ustalarımız buradadılar. Yəni el arasında bildiyimiz korobka təmiri ilə bağlı nə sualınız varsa sualları bax belə şərh bölməsində də bizə yaza bilərsiniz ki, onları səsləndirə bilərik. Nəsə demək istəyirsiniz usta? Mən əlavə eləmək istəyirəm, adi məsəl üçün maşın sürürsən, yəni sürənlər görür də. Motorun yağını dəyişirsən 6000 və yaxud da 5000, 7000 gedir. Hiss edirsən ki, səsi dəyişir də. Yağı dəyişəndən sonra məsələn Bir rahatlaşır, hə? Elə bilsən rahatlaşır. Yəni sürətlər qutusu da indi sürən elə həssas adamlar var ki, onu hiss eləyir də, hiss eləyir ki, məsəl üçün biraz gecikmə olur, çəkirsən, dəyişirsən, rahatlaşır. Yəni indi məsəl üçün motor yağı işləyir də, deyək onda dəyişməyək də. Elə şey ola bilməz axı. Dəyişməlidir. Onda müəyyən istiliyə qədər, müəyyən vaxta qədər dözümü var, viaskısı var. O keçir məsəl üçün qəz formasında kristallara motorda o döyür. Məsəl üçün onu da 5000, 7000 uzaq 10000 sürmək olar. 50000 motor yağı sürmək olmaz ki. Sürətlər qutusu da 40-60 min. Lap olsun 150 min, 200 min də ondan o tərəfə yenə də o Adamlar var ki, yağı dəyişmirlər sürətlər qutusunda. Məsələn, belə hallar olur da, o köhnə Mercedeslərdə çox az sürücülər. Dəyişmir, deyir qardaş, mən zavoddan gələndən dəyişməmişəm, sürürəm, heç bir problem də yoxdur. Bu da bəzən digər sürücülərə çaşbaşı salır ki, mən izah eləyim də o nədir? Niyə dağılmır onun avtomobil Mən sürətlər izah qutusu? eləyim. Bax, bu adam gedir buradan məsəl üçün işə, gəlir evə, mən Elə aqressiv sürmür. Aqressiv sürmür, sakit sürür, incitmir. Bəli. Məsəl üçün o elə bil ki, sürətlər qutusu işləyir də məsəl üçün. Stabil işləyir. Amma adam var ki, çıxır Trasa. 200, 250. Belə deyək də, Enur bəy, bir dəfə adam var, deyir ki, mən maşını verdim dostuma, Aha. getdi, korobkasını dağıtdı, gəldi. O sürən adamdır. Motor dağıldı, gəldi. Belə dəfə bu yaxında da olub, yəni mən adamlar tanıyıram ki, maşını verir bir başqa adama. O dağılır onda. Onda dağılır. Onun səbəbi nədir? Bugünkü günü yəni bu adam maşını akuratla sürüb, normal sürüb, maşın elə Düzgün istifadə eləyir. də güc görməyib, belə Bəli. deyək də. Sadəcə olaraq o avtomobildə düzgünlük yoxdur, o heç. Yəni o düzgün yağın dəyişməyib. Yəni, o zəif qalıb orada. Yəni friksiyonu və ya paketi və ya motoru verib dostuna və ya qardaşına. Bəli. O da sürü və 150-200 Bəli. motor döydü. Yəni o maşın onu indiyə kimi elə sürülmür. Başqa adam ilə kimi sürür, deyir ki, hə, qardaş da oldu, əmi oldu, dostum da oldu. Bir dənə də əlavə eləyim, üzr istəyirəm. Məsəl üçün sürət götürək tormuz əyləci. Adam var 7000 kilometr sürür. Kartejdə sürür. Əyləc bəndi. Ay, Hə, dəyişmir. Adam var 25000, adam var 90000. Bəli, bəli. O da istifadə eləmə qayda. O da sürətlər qutusu həmin eyni bir sistemdir. Eyni bir yəni istifadə eləmə qaydası. Yəni sürüş tərzinizə baxır da. İndi hal-hazırda bizi izləyənlər el arasında korobka dediyimiz hissənin təmiri ilə bağlı baxın ustalarımız burdadır. Salamlayan şəxs var bizi. Sağ olsun, salamlayırıq bizə sizi. Bax, Biz də suallarınızı bizə salamlayırıq. yazıb göndərə bilərsiniz. Detal axtarışında olanlar, məsələn, əyləc bəndindən söhbət getdi. Ümumiyyətlə, ehtiyat hissəsi axtaran şəxslər, avtomobiliniz varsa bilirəm ki, zamanla detala ehtiyacınız olur. Status Avto mağazalar şəbəkəsinə yaxınlaşa bilərsiniz ki, 3 filialla xidmətinizdədirlər. 20 yanvar küçəsində bir filialı yerləşir, daha bir filial Yasamaldadır, Şərəfzadə küçəsindədir və Babək prospektində yerləşən Status Avto mağazaları da sizin xidmətinizdədir. Sərfəli qiymətə zəmanətli detallar ilə Status Avtodan əldə edə bilərsiniz. Məsələn, hər filialın təbii ki öz nömrəsi var, amma mən bir nömrə səsləndirəcəm ki, bax bu nömrəyə ehtiyat hissəsinə bağlı zəng edib maraqlanın ki, bu detal sizdə var və qiyməti nədir? Onlar sizə cavab verəcəklər. 070 700 30 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 070 700 30. Sürətlər qutusu təmirinə bağlı sualları yazın, göndərin bizə ki, biz də sualları efirdə səsləndirək və suallarınıza cavab tapmağa da çalışaq. Aruz usta və Şahin ustanın sayəsində təbii ki. Bolt boşalması ilə bağlı danışaq da.
Bir onunla bağlı da məlumat verin zəhmət olmasa. Bolt- Deyirlər avtomobildə bolt boşalır. Bolt Mən boşalır. yeni düşdüm. Hansı avtomobildə O boşalır? da moda minib. Hamının Ondan danış. düşür bir şey daha. O kadar da yok. İndi başqa şey demək lazımdır. O Yox, bir dəqiqə, o yalandır. Bizi aldadırdılar onda bolt boşalır. Yok, Yox, boşalırdı. düzgün. Hamısı sıkılıbdı da. Boşalanı kalmayıp da. yağ dəyişəndə sıxılır. Biz necə? Yəni belə deyək də bizim ölkəyə gələn avtomobillərdən o Aha. bolt boşalması 2013-cü ilə kimi var idi da. Aha. 2013-dən sonra olan avtomobillərdə boltu zavod özü yığışdırıb. Yəni bizlik bir iş yoxdur. Bəli. 2013-dən bəri 2014-dən olan yeni avtomobillərdə o bolt məsələsi yoxdur. Aha. O 2013-ə kimi olan avtomobillərdə bir ara çox gəldi ölkəmizə. Orada da ki birisi kimi, yəni Koreyada, bilmirəm, xaricdə onlar kimdir? Sürətlər qutusunu sökən, onu sıxan və yaxud yağını dəyişən. Orada gəlirdi, onlarda çox problem olurdu. Ona görə bizim də ölkədə o çox populyarlaşdı o məsələ. Aha. Amma indi da o məsələ, onu da demək olar ki 99% və qırdı, boltu qırdı, karobkanı dağıtdı. Hamısı belə deyək, yağı dəyişdi, bilən açdı, dəyişdi, sıxdı. Bəli. İndi də o problemləri daha az olur. Retki də. Yəni. Nə, yəni o da artıq demək olar ki, əziyyət çəkən adam yoxdur. Hə, daha hamı bilir. Elə bir şey yoxdur orada da. Yəni moddan düşüb. İzləyicimiz deyir ki, kruz qızdırması barədə danışın. Yəni belə anlayıram. Chevrolet Cruze'un qızdırması da. Bəli. Yəqin ki o motorla qızdırma arasında. Yəqin ki Chevrolet ilə bağlı belə bir şey Chevroletdə var. motorda da qızma olur. Sürətlər qutusunda Sürət qızma olur. Hansını soruşur? İndi siz sürətlər qutusu ustası olduğunuza görə sürətlər qutusu ilə bağlı Chevroletdə adətən əlavə radiatorlar da qoyulur. Özlərinin radiatoru var. Belə məsəl üçün o tutularsa, məsəl üçün axlajeniya az gedərsə, soyutma az gedərsə, sürətlər qutusu qızır, plata atqaz edir, düşür avariyli rejimə. Yaxşı, bu zavodun səhvidir ki, o niyə qızır ümumiyyətlə? Yox, tutulur da indi vaxtda 300 min gedibsə dəyişilməlidir də o. Radiator. Belə deyək də Enur bəy, bax ona hava şəraiti özü fərq eləyir, yağ özü fərq eləyir. Hava şəraiti yəni radiatoru tutur, zirzibil, toz, torpaq. Yağın özü birisi yəni tək yağlama funksiyası yoxdur. Həm soyutma var, həm təmizləmə var, həm yəni yağlama var. Hər funksiyalar var. Yəni ona görə biraz mən belə deyərdim də, yəni yağı vaxtında dəyişsələr, hər şey birincisi gəlir yağın üstündə durur. Yağı vaxtında dəyişsələr bu kifayət edəcək yəni. Bəli. Biraz tez dəyişsələr də, yəni vaxtından da tez. Şamxal bəy salamlayır bizi sağ olsun. Hüseynov nə yazır? Salamlayır bizi sağ olsun və yazır ki, Yeşkat 94-cü il. Mən bilirəm, Şahin usta indi salam göndərəcək. 3 məhərrik sürətlər qutusunda gecikməsi yerindən tərpədəndə keçir, sonra keçmir. Onun bir nədən professionalı var da, Əli bəydir. Əli bəyi də salamlayıram. Əli usta İnşallah salamlayırıq. Bizdən sonra yəqin ki çağırarsınız. Mən elə bildim ki o bu gün burada iştirak eləyəcək. Amma inşallah gələn verilişlərdə dinləyərik Əli bəyi. İnşallah. Yəni buradakı ustalarımız Mercedes-ə baxmadığına görə ona görə birbaşa Mercedes ustası Əli ustanın adını çəkir. Yəni Əli ustanın nömrəsini biz sizə yönləndirərik. Siz bizdə belə deyək də Hüseynov. Direct bölməsinə yazın. Oradan sizə sırf Əli ustanın nömrəsini göndərək ki, o sırf Mercedes-in sürətlər qutusuna baxır, sizə köməklik göstərsin. Buradakı qonaqlarımız Yapon Koreya avtomobillərinin korobkasına baxırlar sürətlər qutusuna, bir Çin avtomobillərinin. Məsələn, Hyundai, Kia sürücüsü, Nissan Infiniti, Honda, Mazda, Mitsubishi sürücüləri, Subaru sürücüləri, sonra Çin avtomobillərini sürənlər, Ford sürənlər, buradakı ustalarımız Çin avtomobilinin sürətlər qutusunu təmir edirlər. Chevrolet Cruze 2 dizel membran lazımdır mənə. Baxın, Şamxal bəy, detalla bağlı indi mən bir nömrə deyəcəm. Amma indi hal-hazırda çalışmazlar böyük ehtimal ki, zəng eləyin, açmasalar sabah zəng eləyərsiniz. Status avto mağazası zəng eləyin, deyin ki, avto təmirdən nömrə verdilər. Sizə endirim də etsinlər, köməkliyi də göstərsinlər. Status avto mağazasının nömrəsi belədir. Ehtiyat hissəsi axtaran şəxslər 070 qeyd edin zəhmət olmasa 070 700 30 30. Bax bu nömrədən əlaqə saxlaya bilərsiniz. 070 700 30 30. Membran istəyən şəxs kim idi? Şamxal bəy qeyd elədiniz yəqin ki. Arif bəy salam. Şamxal bəy siz sağ olun, minnətdarıq sizə. Salamlayır izləyici Ayxandı. Ayxanda atamı salamlayıram deyir. Ha. Bizim oğlumdur. Allah saxlasın. Allah saxlasın. Neçə yaşı var? 11. 11 yaşı var. Ayxan, salam Ayxan. Şamxal bəy də təşəkkürlərimi bildirdi. Biz sizə minnətdarıq. Təbii ki, baxın, sürətlər qutusu təmirlə bağlı sizə sualları bizə yönləndirə bilərsiniz. Deməli, Ayxan necə idi bura? Necə görsənirik biz? Ata necə görsənir?
Ata ağappaq gəlir. Ağa, Hamıdan görsən, qəşəng xüsusi görsənir. hazırlaşıb, xüsusi geyinib gəlir. Elnurdan cavan görsənir. Hakan da Elə futbolistdir da. Futbol harda oynayır? Nefsi'de. Doğrudan. Nefsin 11 yaşlarında oynayır. Ayxan, Sunayı tanıyırsan 11 yaşlarda. yok bizde Nefsi'nin şey var filialı. Orada oynuyorlar. Yani tam Nefsi'nin özünde değil. Şimdi 13 yaşında onlar seçirlər ki Hə, Sunay mən tanıdığım Neftçinin 11 yaşlarında oynayır. İndi buradan birdən-birə futbola getdik. İndi futbolda sevdiyimizə görə. Arif bəy sağ olun. Burada. Nəysə. Rahat suallarınızı yazın göndərin bizə. Sürətlər qutusuna bağlı suallarınızı da gözləyirik. Yanacaq doldurma məntəqəsi. Dəyərli dostlar. Belə bir sual verim, sonra yanacaq doldurma məntəqəsi adı çəkəcəm. Sürətlər qutusunun yaxşı işləməməyi bəzən mühərrikdən qaynaqlanır. Bəli. Adam düşünür ki, sürətlər qutusunda problem var, əslində korobkada problem olmur. yani, Mühərrikdə sıxıntı var deyə sürətlər qutusu tam güclə işləmir, düzdürmü? Və Aruz o barədə danışdı. Məsəl üçün Ölxananlardır və yaxud da ki başqa rayonlardan da dedim gəlirdi yanımıza. Aha. Elə olur ki, məsələn 5 dənə korobka qoyur. Məsəl üçün 3 dənə sürətlər qutusu qoyur. Ya xəttindən nə olur? O sürətlər qutusu işləyir. Bəli. Və yaxud da ki sveça ya badam Şamları. problem olur. Aha. Sürətlər qutusu motor düz işləmir. Aha. Ya vurmalar olur, ya gecikmələr olur, ya zarıma olur, üzr istəyirəm, Bir qışqırma hava olur. filtri Hə. hortumundan olur. Belə məsəl üçün ona görə sürətlər Samatarjan olur. Tormuzlama olur. Tormuzdan Samatarjan olur, tormuzdan bağlı. Ha. O hamısı korobkaya güclüdür da. Yani o sürür yandırır. Yəni onu bir peşəkar sürəndə olsa bilir ki, deyir qardaş, sənin sürətlər qutusunda problem yoxdur. Elə mühərrikə baxdırmaq lazımdır. Elədir. Bax bəs mən 6 ay bundan qabaq bir dənə Renault Megane yığmışam sürətlər qutusunu. Qardaş, Renault da yığırsan sən. Hada variatordur da. Ya variator nə varsa yığa bilirsən. Ha, variator Onda tam korobkadır. Yapon Koreya Yəni çox Audi'dən maşının başqa, üstündə Audi'dən variator başqa. korobkadır. İşte nəinki Nissanın, başqa Jeep Grand Cherokee-lərin üstündə variatordur. Bəli. Onlar da yığırıq. Yəni variator hansı Evros maşınları, Sovet maşınları var da, təzə hamısında variatordur. Onları da yığırıq. Ha, gəlib ki, müştəri gəlib ki, maşında ustamın korobkasının yumrusu Diorgud var. Sonra dakika vurur. Sivet çalıb gətirib Türkiyədən özü. Özü də nə tərifləyir. Türkiyədə belə sivetçadır, belə filanmış, tanınmış mağazindir. Deyirəm, qardaş, Türkiyədə yox. Bunun Türkiyədə sivet istehsal eləmir ha. Bunu özünkün qoymaq lazımdır, orijinalını qoymaq lazımdır. Bəli. Deyirəm, indi bu nə qədər sürmüsən belə? Deyir ki, 1 ay sürmüşəm. Deyirəm, bəs 1 ay bu korobkaya sən ziyanlıq vermisən də, bu sivet üçün. Sabah gəlirsən ki, usta bu 1 il işləmədi bu korobka. Dağıldı. Dağıldı. Nəsə qaytarıb köhnə sivetçalarını qoymuşam. Özü də birinci inanmırdı, gözünə inanmırdı ki, yəni ola bilməz. Bəli. Öz köhnə sivetçalarını yaxşı saxlayıbmış. Şamları da. Dəyişdim, qoydum üstünə çıxdı getdi. Salam Putin yazıb göndərib. Sonra yazır Şahin necəsən? Sağ olsun. Salam deyirəm mən də. Mən də elə bildim, belə anladım ki, sizin aranızda zarafat var. Arif bəy yazır Arif göndərib. bəy, Arif Ustadı bəy. yoxsa yox? Bu mənim yetirməmdir, Infinity-də işləyir, rəsmi servisdə. Putin oxşadır səni. Yox, mən onu oxşatmışam. Ya biz ona Putin Ha, deyirik. o oxşayır Putinə. Ha, oxşayır ha, yaxşı qardaşdır, sağ olsun. Salamlayırıq biz də Biz də onları. salamlayırıq. İşlərində uğurlar arzulayıram. Baş ustad orada, video masterdır. Salamlayıram. Infinity-də. Bəli. Salamlayırıq. Polad usta salamlayırıq bizi, xoş gördük deyir. Salamlayırıq biz də Poladda sizi. mən salamlayıram. Gözəl mallarımızdır. Gözəl Azərbaycanda 3 dənə, çox 4 dənə mallar var. Bəlkə o deyir, Polad Abdullayev. Abdullayev. Məncə odur. Olar, bəlkə də olar, bilmirəm. Polad usta, siz hansı sahəyə baxırsınız? Nəyə gəlmək istəyirdim? Keyfiyyətsiz yanacağa görə sürətlər qutusu problem ola bilər. Yəni mühərrik düzgün işləməyəcək. Boğulma olur, əlbəttə ki, boğulma Sürətlər olur. qutusuna Elnur problem bəy. yaradır belə. Yanacağa görə bu yaxında bizə elə bir problem çıxdı ki, bir avtomobildə. Aha. Yəni avtomobil markası üzərində desəm biraz böyük, amma olmalı da. Yəni mən onu desəm, yəni öz səhifləridir. Rəsmi servisinə alınmış Toyota maşındır. Toyota hansı modeli? Toyota Cross. Rəsmi servisdən alınır. Rəsmi servis özü də mənim rəyimlə alınıb, belə deyək də. Bu adam mənim 20 illik müştərimdir. Mənə dedi ki, nə maşın məsləhət görərsən, özün Nissan X-Trail sür. Mən dedim ki, ağsaqqal adamdır da. Dedim Toyota, get bir dənə Toyota al. Cross al. Cross, hə. 0. 0. 2025. 2025. Neçə idi onun qiyməti? 56 min manata aldı.
Aldı sonra. Aldı bu adam 1600 kilometrdən motor dağıldı. Darmadağın oldu motor. Niyə? Dedilər ki, rəsmi servis, bizim Toyota servis dedi ki, şeydəndir. Nədən? Benzinə görədir, yanacağa görədir. Nətər, yəni 95 vurmalı idi. 95 vurub, 95 vurub. 3 dəfə maşın alanından sonra 3 dəfə benzin vurub, polunu bax, 3 dəfə. Üçündə 95 vurub, çeki də var. Yaxşı. Sadəcə olaraq bakdan su çıxdı, benzindən arası qatışıq. Aha. Bunlar dedilər ki, yanacaq edib da, belə deyək də, yanacaq edib. Bəli. Sadəcə olaraq yəni eləmədilər də, bu adamın da ki, motor partladı, içində yoldaşı qorxdu, qapılar bağlandı. Maşın elə möhkəm partladı ha, motoru yolda. O. Yoldaşı qaldı bir ay xəstəxanada, yəni elə qorxudan, elə problem oldu. Ondan sonra da indi motor zakaz eləmişik. İndi bir dəqiqə, servis ona zəmanət durmadı. Durmadı, yaxın İndi durmadı. bir məsələ də var. Əgər bu yanacaq doldurma məntəqəsi, burada əslində problem var. Yanacaqdadırsa, onda yanacaq doldurma məntəqəsi bunu qarşılamalıdır da, belə. O da qarşılamadı da. Heç kim qarşılamadı. 3 ay Adam qaldı. yeni avtomobil aldı, sıfır. 1600 kilometrdə bu servisin səhvi nə oldu orada? Nəyə görə servis onu qarşılamalı idi? Əslində borcu idi. Mən özüm də 10 il servizdə işləmişəm də. Yəni servis qaydalarını bildim. Bəli. Rəsmi servisdə Bəli. qarantiya nə halda olur, qarantiya necə olur? Daha mən getmədim ora. Aha. Servisin səhvi nə oldu? Bu adam həmən günü yaxınlaşıb servizə. Aha. Səhər-səhər, bir gün qabaq. Deyib ki, maşında titrəmə var, belə-belə əsmə var. Sadəcə onların ustaları baxıblar, deyiblər ki, maşın təzədir, sür getsin, qov Düzələcək. getsin, açılacaq. Hə. O adam da gedib ailəsini yığıb içinə, rayona gəzməyə gedir. Bu da sürüb də, bunlar necədir? Qazdan basıb, motor partladı. Yəni ona görə də indi... Ya indi bax necə eləyək? Valla mən özüm də yenə deyirəm də, biz rəsmi Nissanda işləmişik də. Yəni bizim vaxtımızda o qədər dəfələr elə şey olur ki, o zamanət və Toyota motoru elə bir olmalı, elə şey olmalı ki, suyu da tökdən işləməlidir. Yəni o motor partlamalı deyil, sönməlidir. Sönmə, o cür partlamağı. Hə də burada nəsə zavod defekti də ola bilər. Hibriddir də, hibriddir, ola bilər. Zəifliyi var. Amma servis yenə də onu axırına sonuna Eləmədi, heç qətiyyən, 1 manatı kömək eləmədi. Bax bu hissəni də kəsib paylaşacağıq. Paylaşmaq lazımdır. Qoy izləyicilər də bilsinlər. Deməli, nə yazıblar bizə? Variatorda qaz verəndə nərildiyir gedir. Bu normaldırmı deyə yazır göndər. Hansı avtomobildən söhbət gedir? Amma ümumi variator yazır bizə. Variatorlarda o xüsusiyyət var hə. Yəni bu normaldır, Yəni normal iş deyil. Farsajda normal, nərildiyir. İşləmə prinsipi odur. İş prinsipi odur. Yəni normaldır deyil. Normal. Nərildəməkdə nərildəməkdə fərq var da yəni. Ya da orada ayağı sıxıb saxlamaq olmaz da, biraz boşaltmaq lazım ki, skorusu dəyişə bilsin. Salamlayan şəxslər var, sağ olun. Polad usta deyir ki, yox, mən radiator ustasıyam. Polad usta, işiniz uğurlar. Valih bəy salamlayır, bizi sağ olsun. Qeyd edim ki, hal-hazırda bizi izləyənlər, baxın, buradakı ustalarımız Şahin və Aruz usta sırf sürətlər qutusu təmirinə baxırlar. Yəni el arasında bildiyimiz korobkanı təmir edirlər. Avtomobilinizin korobkasında problem varsa, nə sualınız varsa sualları yönləndirin, cavablandıraq. Hava olayın həqiqətən çox gözəl yağdı, bəli. İzləyicimiz də elə vaxtında yazdı, bax. Hava olayın buradadır, hər zaman yanımızdadır. Hava olayın yağından rahat istifadə edə bilərsiniz. Arusda və Şahinusda da hava olayın yağından istifadə edir. Yanacaq doldurma məntəqəsi demişəm. Bax, yanacaqda su olmasın, yanacaq təmiz olsun. Yanacaq doldurma məntəqəsi Redo ilə yaxınlaşa bilərsiniz. 2 filialına xidmətinizdədirlər. Xırdalan dairəsi yaxınlığında bir filialdır, digəri yerləşir Zabrat yolunun üzərində. Avtomobilə yanacaq vurmaqla da əlavə bonuslar qazana bilərsiniz. Harda? Redo-da. Bax, bunu da zəhmət olmasa yadınıza saxlayın. Bilal bəy yazır, Mercedes C-Class 2001 getdiyi yerdə tüstülədi. Nədən ola bilər deyə yazdı, göndərir bizə. Tüstülədirsə, maşın qızdırmayıbsa, temperaturuna baxmaq lazımdır. Farsonkadan da tüstülüyür. Baxın, dizeldir, benzindir. İndi o da onu yenə də Usta ona baxmalıdır, yəni biraz uzaqdan nəsə demək olacaq, nə olacaq? Amma ustaya gedin. belə nəsə köməklə eləmək olar, əgər yolda qalıbsa. İndi yolda qalmısınız bu dəqiqə, yoxsa yox? Polad bəy usta yazır ki, versin məhkəməyə qarşı. Doğru, niyə məhkəməyə verilmiş? Məhkəməyə də verdi məncə. Nə oldu? Məhkəməyə də verdi. Hələ gedir proses. Hə, biraz uzandı, nəsə də heç nə eləyəmədi. Egoist 001 yazır, Şahin usta əla şəxsi göndərir. Şahin usta kimsə sizdən razılığı bildirir. Sağ olsun, mən də salam deyirəm yenə qardaş. Nissan Qashqai-dir, o variatora o qaz verəndə nərildəyirdi. O Nissan Qashqai. Nissan da siz çox yaxşı bilirsiniz onu. Motor biraz gücü azdır. 2 motordur. 2 motordur, kuzo dağılır. Stabil sürəndə keçirdir. Yəni normaldır o. Qorxmasın da ondan. Qorxmasın. Sürətdən uzaqlaşın, mühərrik partlayacaq o bayaqki kimi. Nissanda partlamaz. Yox, partlamır.
Sonata 2T necə maşındır deyə Sonata ilə bağlı sual var. 2 turbo deyir ya. Aha. Bu əla maşın, super. Mən ən bəyəndiyim maşınlardan. Salam, yağın işığı yanan avtomobil 3 ildir heç nə olmur. Mühərrikə problem olarmı? Daçıqdan olarmı deyə. 3 Yox. ildir belə sürür. Yox, deməli onda nasosun təzyiq zadı yerindədir. Onda ya daçıq problemidir, ya da daçıqa gedən. Xəttdə nəsə problem var. Ya firbordadır, ya. Amma təzyiq yerində olmasa da 3 il sürə bilməzdin onu. Bəli, bəli. Sizin əslində şansınız gətirib. Qardaş 100% yoxlayıb ki, sürməyib, problem yoxdur. Yəqin pulsuzluqdan ustanın yanına getməyib. Havalan yağın qoyulur. Ondan istifadə eləsə döyməz. Bu yanına qoymuşsan. Raket Türkiye'ye gönderdiler. Bir Bir dənə Pərvin müəllim, bir dünya markası. Həmişə biz bundan istifadə edirik. Nə yaxşı ki varsan. Türkiyəyə getmək istəyirlər. Türkiyəyə yol göndərin, getsinlər zəhmət olsun. Amma mən də yada çatmayım da. 2000-dən sonra ustalarınıza hansına müraciət edim? Kia Sport anlamadım. Fuad bəy, 2000-dən sonra ustalarınızın hansına müraciət edim? Kia Sportage, karabka yağı filtri dəyişmək üçün. Hər ikisinə müraciət edə Fərq bilərsiniz. eləmir. Aruz bəyə də verə bilərsən. Problem yoxdur, hər ikisi baxa bilər. Chevrolet Captiva 3.2 mühərriklərin karabkası pisdir, pisliyirlər deyir. Captiva'nın 3.2-nin sürətli qutusu. 3-2 sürətlər qutusu yox elə pis deyil. Onlar hərəm dağılmır. Bəs niyə pisliyirlər? Yox, elə Onlarda filtrlər karabkanın içindədir. pis sürətlər qutusu deyil. Yerə düşürmür. Biraz ağırdır da, onları düşürtmək, eləmək. Xərci biraz Xərci çoxdur. biraz çoxdur, amma Ona görə deyirlər pis. möhkəm karabkadır. Bizdə ümumiyyətlə belə bir şey var da, əgər yağ dəyişmədə daha çox xərcimiz çıxırsa, sonra bəzi detallarına daha çox pul veririksə, avtomobil nə qədər yaxşı olur olsun, bizim artıq pulumuz çıxırsa, biz onu pis avtomobil kimi bilirik. Məsələn, Chevrolet Equinox-lar məsələn daş döyəndir, dözümlüdür. Hamı daşıyır, satır indi. Məsələn, alanlar çoxdur. Bəli. Pis maşınlar deyil. Chevrolet də özü belə pis maşınlar deyil. Cobalt məsəl üçün taksilərdə gör nə qədər var işləyir. Elədir. 2 dizel Saranto Nezam mühərrikdir. Gözəl. 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 Yəni o pisləyən adam hələ eşitməmişəm. Salam, Arus da Babəkdə işləyir. Həsən yazır. Ha, Babək vasfiyində. Babəkdə deyəndə adı Paşlı Babək. Babək. Toyota Corolla variantlı sürətlər qutusu gedəndə 4 qıt eləyir. Nədəndir? Belə titrəmə var. Toyota nə? Corolla. Variator. Variant Titrəməsi var. publikdən olur əsasən. Sonra onlarda adətən gidroblokda da problemlər olur. Şam da eləyə bilər. Birinci nədən başlasın ən belə asan, xərcsiz yol? Ən yaxşı gəlsin diaqnostika ilə sürün, mən tam məlum deyim. Məlumat verim. Bayaq dedin Chevrolet. Diaqnostika ilə sürün, mən məlumat verim. Ola bilsin ki, Avto motor filtrlər problemidir. Bobin problemidir və yaxud da sveçə problemi. Gör nə gün olur. Oradan izləyicilər görə biləcək, yox görə bilməyəcəklər, çatdırmasın. Yox, elə sən göstərirəm. Yox, deyir ki, izləyicilər görsünlər, ona görə deyir. Karabkan filtrində içərisində O olur. hansıdır ki? Captiva. Bu Hə, Captiva-nın filtridir. İndi göstərir Captiva-nı soruşan şəxs. Sadəcə biraz yağ dəyişmədə xərc olur deyə ona görə deyirlər pisdir. Belə amma pis deyil də söhbət. yox. Toyota Corolla ilə bağlı Namiq bəy, gəlin belə edək. Siz bizə direkt bölməsindən yazın, biz sizə nömrə göndərək. Şahin Usta'nın yanına yaxınlaşın, Şahin Usta onu pulsuz sürsün. Bilinərik. Sizdən ödəniş alınmayacaq. Sonra xərci sizə təxminən deyilsin ki, nədir? Razılaşsanız, dərdidirsə tam dəqiq deyilsin. Sonradakı razılaşsanız təmir olunar. 2 dizel Salento oxudum onu. Oxudum. Bunları oxumuşam. Nə yazdılar bizə? Neyrocərrah Əsədov Fərid. Fərid həkim salamlayırıq sizi. 130-140 sürətdə maşından uğultu olur. X5 N63 B44A. Nədən ola bilər? Onlarda adətən Amma bir məsələ var, hansı avto X5-dən, hə? razatqada da problem ola bilər. Və yaxud da ki, ola bilsin sütübsiyadır. Və yaxud da ki, qabaq mostu, yəni onu sürməsən də tam deyə Bu tam olaraq Cərlustan sahəsidir. Əslində. Yəni sürüb onlar əgər dediyin Əgər hissələrdirsə, qazdan çəkəndə gəlir, verəndə gəlir, sağa rolusuna döndərəndə gəlir. yəni əgər razıyatkadırsa, ötürücü körpüdürsə, mən buradan bir nəfərin adını çəkəcəm. Həqiqətən o səviyyədə o işi görən adam tanımıram da. İndi tərəfləmək kimi çıxmasın. Əlinin altında da ötürücü körpülər, mostlar var. Son nöqtə kimidir də. Düşünün ki, digər ustalar ondan istəyirlər. Amma birbaşa yanına getsəniz yaxşı olar, çünki ortada calaqçı olmayacaq. Söhbət gedir Cəlil ustadan. Fərid həkim, siz Cəlil usta ilə danışa bilərsiniz. Vasif bəy nə yazır? Salamir bizi sağ olsun. Yazır Prius 20 gövdə, mərik yağ yeyir. Hansı yağı məsləhət görürsüz? Qardaş, bu məsələni də bir izah verək. Yaxşı yağı göstər deyəcəm amma. Yenə də havalayın. Yenə də bir dünya markası bundan istifadə Sən sloqanı başqasına uğurlayırsan, bizə məhkəməyə verərlər. O sloqan Niyə? başqasına aiddir, o bir dünya markası. Niyə yağdır?
Yaxşı olsun. Chevron qrupu. Şahin Ustanı məhkəməyə verə bilərsiniz. Vasif bəy, bir məsələ var da, yağ yemə nə qədər çoxdursa, mühərrikdən qaynaqlana bilər bu və onu heç bir yağla siz təmir eləyə bilməyəcəksiniz. Çünki yağ mühərriki təmir eləmir. Nə qədər bahalı yağ olsa da, ona görə onu təyin eləmək lazımdır. Yağa görə mi azalır, yoxsa mühərrik mi azalır? Ola bilər membran da ola bilər. Çox şeydən ola bilər. Baxmaq lazımdır. Sonra Prius 20 gövdə onu mən oxudum və Adil bəy yazır ki, Infiniti QX4 sevdiyiniz avtomobildir. Deyə atıram getmir, qalan ötürmələrdə gedir. Buyurun. Deyə atıb getmir. Onu bir dənə yazsın, soyuq olur, yoxsa isti də olur. Onu bir dənə deyə bilər. Hə, soyuq olur, yoxsa isti olur. Yəni avtomobil işə səhər salanda mı olur, yoxsa qızandan sonra mı edir? Orada belə anlayıram ki, artıq Orada cavab fərqlər- ayrılacaq, Bəli, ayrılacaq bəli, yəni. bəli, bəli. Buradasınız da yəqin ki, Adil bəy. Sonra Kia Rio, sürətlər qutusu yağı hansı məsləhətdir? Havalar. Şahin usta, nə? Havalar, yenə də hava. Mən yoruldum. Havalar. Bu qoy qalsın burada onda. Havolay markası bir Bu arısı. motor yağı. değil mi? Arısı sən də dinlə. Yağ soruşsan. Şəkərsiz mən pərmər mətarım. Digər mesajımız nə ilə bağlıdır? Salam, usta Beyləqanlıdır. Dəyənət bəy soruşur. Bəli, belə qanundur. Mən Zərdab. Zərdablı. Hə, şansə Eyni Beyləqanlıdır. rayondur. Yerlisinizsə, biz burada yerli bazlıq eləmirik. Azərbaycan, bütöv Azərbaycan. Mübarək olsun. Hə. Amma Azərbaycan bütövdür, amma belə yəqin siz də Beyləqanlısınız. Kia Stinger yoxsa Mercedes C300? Oy qardaş, nə ilə nəyi müqayisə edirik? Mən Mercedesin heç bir modelini Kia'nın heç bir modelində dəyişmərəm də. Yəni Mercedes-dən görə. Mən də dəyişmərəm. Əslində o raskotsuz belə deyək də, az raskotlu maşın Yox, komfort əsas Kia ala bilər, amma indi Mercedes Mercedes. Mercedes C300 öndədir də yəni. Çox bahadır. Hə də yəni pulunuz varsa, qardaş, zövq almaq istəyirsə avtomobildən, Mercedes C300. sürən adam yəni pul söhbət eləməlidir orada. Xarab olanda fikirləşməlidir ki, bu niyə baha oldu? Sərxan bəy soruşur, salamlayır bizi sağ olsun. Hyundai Elantra 2017 2 mühərrik Amerikanka maşın. Aha, ardını görmürəm. Vasif bəy 20 gövdə bir yağ, hansı yağ, hə, onu oxudum. Adil bəy oxudum sizin mesajı. Namiq bəy oxumuşam böyük ehtimal ki, amma görməmişəm bəlkə də. Bir də yazın zəhmət olmasa. Kia Rio, korobka yağı hansı məsləhətdir? Havolayın qardaş. Bu göstərməsək də bəzən göstərir. Havolayın məsləhətdir. Sonra Salam usta bəli, belə qanlıdır. Cruze 2017 necədir? Cruze 2017 2010-dan bəri, 13-dən bəri kruzlar yaxşıdır. 13-dən yuxarı. 13-dən yuxarı. Canlını izləməyə dəyməz. Çox sağ olun Namiq bəy, minnətdarıq sizə. Sonra Kia Stinger onu oxuduq. Hyundai Elantra 2017 2 mühərrik Amerikanka maşın qızandan sonra sakit xodda sönür. Təzədən vururam, xodlanır deyir. Elantra 2017 2 mühərrik. Nə tərə bir də üzrsə bu fikir. 2017 2 mühərrik Amerikankadır. Aha. Qardaş, Karinvalın itirdim daçıqı da mesajı. olar. Qayıdıram mən yeri, itirdim mesajı. Sönür də deyir. Sönür avtomobil sakit xodda. Kod deyəndə də geç Hə, kodlanır. Amerikanka maşın qızandan sonra Tixi-də yazır, sönür. Təzədən vururam, xodlanır. Karinvalın daçıqı ola bilər məncə. Dizeldir də yəqin ki. o. Yox, benzin. 2017 2017 2 mühərrik Amerikanka. 2 maşın benzindir, yanacaq. Qızandan sonra sönməyi. Qızandan sonra sönməyə şahın üstə dedik ki, ən çox kalinvalın daçıqından olur. Soyuq olanda yanacaqla bağlı olur. Bəli. Amma qızandan sonra elektronika ilə bağlı problemlərə görə sönə bilir avtomobil. Ədalət bəy yazır ki, Lin Şina nədir? Mən Kan Şina eşitmişəm. Lin Şina nədir? Ya bu elektronika sahəsinə bağlı deyil. Lin Şinanı açığı bilmədim. Yazdığı kimi oxudum, Lin yazdım. Diqqətli ol. Yox, məncə o Lin Şinaya oxşur da yazdığı. Bir dənə dəqiq yazın. Onda belə çıxır da Line Wine-nadır. Yəni İngiliscə bir oxusam yolda belə gedəcək. Nəysə, yox, şını bəzən W-nə yazırlar, ona görə deyirəm. Bizə ən uyğun o Şinaya oxşadı. Mən belə təmirdə başqa şey eşitməmişəm. 2 sadə mühərrik Kia Forte 90-110 arası sürəndə titrəmə verir. O Kia Forte ola bilsin ki, variatordur. Bəli.
titrəmə verirsə, onu mütləq baxmaq lazımdır. O sürətlə qutusuna Ola bilər. 100% problem var. Əgər variatordursa üstündə. Variatordursa. Əgər prostoydursa titrəmə verir, iç qranatdan ola bilər və yaxud da ki, nə bilim 90-100 arası, 90-110 arası. 90-110 arası sürətlər qutusuna inanmıram olsun. Bəli. Orada belə deyək də, yenə də deyirəm, sürətlər qutusu titrəmə tormoz Dartınma sıxanda dedi, titrəmə titrəmə deyəndə verirsə apor ilə bağlıdır. Yox, ayağı qazdan çəkib maşın stabil gedirsə təkərlə bağlıdır. Aha. Qazı verəndə elirsə titrəmə. Ya qranatdır, ya da sürətlər qutusu. Qardaş salam. Salam. Hyundai Elantra 2018 1.6 mühərrik dizel. Ardın görmürəm. Salam bir başqa bir izləyici. Çeşka 1.8 mühərrik abrot qalxıb düşür nədən ola bilər deyir. Avtopasos. Sükan avtopasos ola bilər. Sükan əsir sürəndə Hyundai Elantra 2008 1.6 mühərrik dizel. Əsirsə təkərdən. Diski təkər. Yox, təkər deyil, askı sistemindən nəsə ola bilər. Yox, belə deyək də, düzgün yolda sürürsən, sən heç nə eləmirsən, rul əsirsə Bəli. təkər ayrıdır. Kian oxudum mən Forte-ni. 90-110 arası qaz verən titrəmə olur. Onu oxudum. Bu da indi ehtimalları da ustamız saydı. Fərid bəy deyir, çox sağ olun, siz sağ olun. Havolan yağını Çeşka 2 mühərrik 10-40 başqa yağı töksəm necədir? Havolan yağını Çeşka 2 10-40 ilə töksə, Aha. onu sürəcək, o mühərrikdə problem olmayacaq. Ona görə ki, bizim adamlar var, o Bəli. yağdan istifadə edirlər. Həm əmioğludur, həm də Bəli, qohumdur, neçə illərdir. bəli. Elə Elə də işləyir həmən çeşkalarda, 10-40 ilə havalan. ustamız gidroblok gətirib. Masterclass göstərəcək indi. Gidroblokla bağlı hissələri göstərəcək. Onu bildirim sizə. Düzdür, burada suallar çoxdur, istəmirəm onları da itirək. Ora bir hazırlansın zəhmət olmasa. Hazırdır orada hər şey. Gidroblokumuz hardadır? Usta nə gətirmisən? Gidroblok sonra nə gətirmisən? Gidrabok bir də paket yapmışam. Paket. fiksiyon Yəni yanmış. burada göstərəcəklər onun içərisi, gidrobloka görə sürətlər qutusu dağılır. Bəli, bəli. Nə baş verir onun içərisində? İndi izləyəcəksiniz birazdan. Mənə dörd gözü dayandığı yerdə qazı biraz çox verəndə səs gəlir. Yazdığı kimi oxusan pop eləyir deyir. Nə ola bilər? Zəhmət olmasa deyərdiniz. o motorla yəqin əlaqədar bir şeydir. Onun Mercedes ustası var. Bizə direkt görməsini yazın, sən nömrə göndərək. Çanqan Unizeyə ilk dəfə hansı yağ məsləhət görülür? Qardaş, hava olayını rahat süzə bilərsiniz. 0.20. Aruslan yanında olmuşam, çox gözəl sənətkar dəsənli yazır. Sağ olsun, minnətdarımızı bildiririk. Chevrolet Captiva 3.2 mühərrikli korobkası sadə korobkadır. Ümumən dözümlü avtomobildir deyir. Sadə korobkadır, dözümlü avtomobil. Bəli. Axşamınız xeyir, hər vaxtınız xeyir, axşamınız xeyir. Həsələr şey olmalıdır, variator olmalıdır. 2022-23. Laf təzələr ha. Ravon R3 deyir məndə. Səhər 10-15 dəqiqə xodlanır. Səhər 10-15 dəqiqə xodlanır. Niyə elədi? O Ravona artıq baxmaq lazımdır R3-ə. Gidroblokla bağlı bir masterclass göstərəcək ustamız. Ona bir baxaq. Ondan sonra təbii ki, söhbətləri davam etdirəcək. Dəyərli izləyicilər, bəli, buyur Şahin usta. Bir gidroblok haqqında biraz məlumat verərik. Aha. Sonra bu məsəl üçün birinci, ikinci skor-üstü, bu da arxa paket yanıbdır. Məsəl üçün o haqqında elə gələn verilişlərdə daha da geniş, ətraflı danışarıq. Gələn verilişdə Bəli, sürətlər qutusunu gətirərik bura. gətirərik. Ağırdır Problem o. yox. Qaldırıb qoyaq bunun üstünə. Problem yoxdur. Tamam. Buyurun. Bu da yığarıq ha. Hə, burada Burada yığarıq. yığından olacaq ki. Deməli bu gidroblokdur. İndi mən bugünkü günü bizim sürücülərin yağ dəyişmə, gec dəyişəndə niyə görə korobka xarab olur, onu göstərəcəm. Yağı niyə gec dəyişmək olmaz. Bayaqdakı bu paket niyə yanır? Ha da, yəni o Bunları yaxından götürəcəm avtomasa bu hissələri. Bu hansı avtomobil gidroblokudur? bu Nissan X-Trail'in variator korobka 2.5. Bayaqdakı Qashqay. Hə, vəht yəni onun sürətlər qutusunun beynidir, variator korobkanın beynidir. Yuyulan budur hə? Bu yuyulur Buyur. gidroblok. Göstərəcəm. Bu elektronik sistemdir. Solenoidlər dediyimiz budur, datçiklər. Bu step motordur. Bu da onun işlədəndir. Step motoru. İndi bunun içində nə problem var, onu göstərəcəm. Nəyə görə səbəb yaranır, onu da göstərəcəm. Nur bəy, deməli, bunun içində görürsüz də, indi bilmirəm, orada görə biləcəklər, görə bilir. Bu beyindir, beynin bu mexaniki hissəsidir. Yəni biz deyirik, korobkanın yağı dəyişəndə bunu yumağa ehtiyac var, yoxdur. Həmən yuyulan sistem istə buradır. Yəni bunlar yuyulur, bunun içi yuyulur. Bunun içində görürsüz, insan beyni kimi kanallar var da, yəni damarlar var, belə deyək də. Bunun içində yağ kanallarını açıb bağlayan porşenlər var.
Bax porşinlər, yağı skorsu dəyişəndə, gedəndə təzyiqi verən porşinlər var. Aha. İndi bu porşinlər, bax bir dənə indi siz burada baxın, bax bu porşin bax ilişib qalıb, amma indi buna baxın. Ha, gedir gəlir. Ha, bax. İçəridəki porşenlər Bax. söhbət gedir. Düşür orada, bilmirəm. Görsənir orada kamerada yoxsa yox. Bax, bax. Keçət nə olacaq? Bax bu gedir gəlir. Bax. Hərəkətlidir o. Hərəkətdədir. Hə. Deməli beynin yuyulan hissəsi burasıdır. Bəli. Bu nə vaxt Bu da yuyulmalıdır? nə vaxt yuyulmalıdır? Yağ dəyişmədə yuyulmaq yox. Təmiz Yağ dəyişmədə yuyulmalı deyil. Sadəcə olaraq yağ dəyişmənin gec dəyişəndə, yağ gec dəyişəndə bu problemlər buradan yaranır. Buradan yaranır. Bax bu kanal açıb bağlamalıdır. Bax görürsüz açır bağlayır bax. Aha. Açdı, ya maşın sürülür, getdi bu açıldı, bağlanmalıdır, skorsu dəyişsin. Bəli. İndi buna baxın, bax buna. Bu açılıb, gördünüz bağlanmadı bax. Bunun üçün Geri qayıtmadı, Geri bağlanma qayıtmadı. açıq qaldı o. Bax bu görürsünüz zorla qaytarıram. Bəli. İndi bir dənə də baxın. Bax bu bax Onun açıq qaldı. bağlanmasına mane olan nədir? Bunun bağlanmasına mane olan yağın arasında olan struşkadır. İlişir Qırıntılar, qalır. friksiyonu gedir. Bax bunun indi bunu açıq olan vəziyyətdə. Bunu nə qaytarır o porşinləri? Bax bu purjin. Görürsüz incə bir şeydir. Bu da bunun arasında olan yerdir də. Bunu buradan o yağla gələn o qırıntıq belə deyək də friksiyon yeyintisi, Dəmir qırıntısı, dəmir bəli. və yaxud da yağın bu yağlanmayanda bu ucu qayıda bilmir. Qayıda bilməyəndə yağ kanalı açıq qalır. Yağ kanalı açıq qaldı, biz qazı veririk. Təzyiq itir. Təzyiq itir, başlayır orada sepi yeməyə, valı yeməyə, nasosu yeməyə və ilaxır, yəni korobka gedir, qalır, dayanır. Ona görə bax bu yağ dəyişmənin gec səbəbi bax bunlardır. Yəni bax görürsüz. Yəni ona görə də yağı vaxtında dəyişmək Bəli, lazımdır. bəli. Bu vaxtında dəyişmək lazımdır, bax beləçinə olmasın. Yenə də görürsüz, bax qayıtmır. Amma indi buna baxın. Bax görürsüz. Necə qayıdır? Qayıdır, o qayıdır. Məsələn, Qayıdır. ilişən hissələr olur, ilişməyənlər də olur ki, Ay, bu burada gec yağ dəyişməyə görədir. bax bu da qayıdır, amma bu qayıtmır, bax. İndi buna baxın. İndi buna baxaq. Görürsüz. İlişib qalıb. Bax belə işləməlidir. Yəni bu beyində olan nasazlıqdır. Hamısı da yağa görə olur. Hamısı da yağı Bəli. gec dəyişməyə görə. Ona görə tövsiyə olunur ki, qardaş bunun beləsinə vaxtında yağı dəyişin. Maşınınız bu vəziyyətə Bu vəziyyətə düşməsin. düşməsin. Qiyməti nə qədərdir hidroblok? Bu beyin hidroblok işləmir, belə deyək də. Məsələn, sürücü bu problem yaşasa nə qədər xərcə düşür? Bunun hələ işlənmişi 350-400 manat. Tamam. Onun usta zəhmət haqqısı var, dəyişməsi var. Gəlir bir yaxınlaşır, neçəyə? 1000 manata yaxınlaşır yoxsa? Çıxır. Hə. Ona görə də bax yağı, dəyərli dostlar, dəyərli sürücülər, yağı vaxtında dəyişmək lazımdır ki, keyfiyyətli yağla bax bunu bir dənə çək zəhmət olmasa, Havoline yağı ilə avtomobilinizin yağını vaxtında dəyişə bilərsiniz ki, bu problemlə qarşılaşmayasınız. Və Şahin ustamızın yanına keçirik. Şahin usta. Deməli, bir dənə də əlavə edeyim bu hidroblok haqqında. Bəli. Bu beynin vəzifəsi yağ elə bir nasosdan yağ təzyiqlə verir, məsəl üçün hidrobloka. Bunda məsəl üçün birinci silindrin porşini açılır. Birinci silindrə, indi bu variantlardır. Birinci silindrə gedir. Məsəl üçün bu solenoidlərin də vəzifəsi var. İndi Aruz dedi. Bu həm çox gec bağlayır, porşin işləmir. Bəli. Düz qeyd edilir. Bir də ki, bu istiyə soyuğa düşür. Elə olur ki, bu təmirə gəlmir. Və yaxud da təmirə gəlmək üçün də ona xüsusi stanoklar lazımdır. Rayberlər. Aha. Deməli, rayberdən açırsan, içinə futulkasını vurursan, sonra porşini vurursan, təmin edirsən. Onlar olunur. Amma burada salinolarda olmur. Salino elə bir şey, adına razıdır. Yəni burada aşıbqa verirsə, salino aşıbqa verirsə, bu dəyişməli. Bir də ki, bizim sürücülər çoxsu gəlir deyir ki, usta mənim maşınımda bir dənə belə deyək də bu step motor aşıbqa verir də. Bunu dəyişək də. Yəni qardaş bu step Val motor ilişəndə də verir. step motoru bu elektron bir hissədir. Bunu nəyə görə aşıbqa verir? Bunu verə bilmirək aşıbqa. Burada aşıbqa veriləsi bir şey yoxdur. Burada elektronik sistem budur. Başa bir də çox müştəri deyir ki, sürücü deyir ki, belə deyək də, yox siz niyə onu dəyişmirsiniz? Və ya mən falan yerdə deyirlər ki, bunu dəyişin. Yəni də deyirəm, o gün 3 gün bundan qabaq bizim
Bir Sumqayıtdan yenə də mənim yanıma avtomobil gəlmişdi. Onlarda bu təzyiq datçikini açıqqa verdim. Bu təzyiq datçikini açıb götürmüşük, bunun üstündə yoxdur hal-hazırda. O datçiki açıqqa verir. Mənə deyir ki, mənə datçik ver, aparım, bağlayım üstünə. Nəsə apardı, bağladı, heç sonra düzəlmədi də, yəni heç təmin də problem oldu. Yəni bu datçiki yenə deyirəm, bu datçiki bunu açıqqa verirsə, o deməkdir ki, ümumda datçikin özündədir. Bunun içində beyində problem var, paketində problem var. Bax, paket yanıbsa, yenə də bunu verir. Xətanı verir. Əlbəttə ki, paketi verə bilməzək, friksiyon yanıbdır. Üzr istəyirəm. Bu indi mən bu variantlara aiddir. Yəni bu prostoy sürətlər qutusudur. T30-dur. Bunlar yəni ki bu variantın gidrobloku tamam başqa şeydir. Bu başqa şey. Bu sadə sürətlər qutusu. Sadəcə mən elə bil ki bunun üzərində ondan danışıram da. Mən bunlarda başqa cürdür. Məsələn birinci bunun xarab olma səbəbi bax arxa paket yanıb. Bu yəni bu gidroblokluq bir şey olmayıb da. Bu arxa paketin salniki var. Salnik cırılıb. Ona görə də bax bu paket yanıb. Görsən buradan çıxmır. Bu isə Bu qara olmağıdır onun yanmağını bildirən əlamət. Məsələn, baxan izləyici hardan bilə biləcək ki, bu yanıb? görmüsən kül olubdur bax. Məsələn, yanmayan olsa daha yaxşı olur. Yanmayıb. Görsün, bu Fedor var bunun üstündə. Tamam. Bu sarı rəngdə olur da işləyir. Hə, bu yanmayan təmiz olan deyir. Amma buna baxın. Görsün, burada heç nə dəmirə qalmır. çıxır. Hə, bu yanmayandı, bu elə bir şey yanandı. Bu dəmirdə çıxır. Bunun üstündə olan Fedorsu qalmır. Hə, aydındır. Başa düşdün, bunda olan Fedor qalmır. Aydın. Ha, yenə də demək belə çıxır ki, bunda portion cırılıb, yəni gidroblokluq bir şey olmayıb. Bunlar isə birinci, ikinci skorusun friksiyonlarıdır. Bunlarda elə bir zədə yox. Yəni bunun yanma səbəbini Şahin Usta izah eləsin ki, bu niyə görə yanıbdır? Yəni orada Niyə yanıb? Arxa paket olur bunlarda, sıxır. Məsəl üçün bu arxa paketə bu nasosdan gəlir gidrobloka, gidroblokdan solenoid açır, portion vasitəsilə arxa paket basılır. Arxa paket basılanda maşın başlayır hərəkətə gəlməyə. Lenta tutur, sonra açır, arxa paket basır. Arxa paket salniki cırılanda bu yapışılı qalır da, basa bilmir. Ona görə də bax belə yeyintilər əmələ gəlir. belə deyək də Enur bəy, bax bizim çox sürücülər mən eşidirəm şikayət edirlər ki, mənim avtomobilim səhər-səhər soyuq-soyuq deyə qoyuram getmir. Bax bu yaxda bir nəfər dedi, mən ona yazdım ki, nəyə görə soyuq-soyuqdur, isti-isti problemi. Onlar başqa-başqa fərqli. Soyuq-soyuq avtomobili deyə qoyanda avtomobil getmirsə, yəni soyuq-soyuq hər bir avtomobil. Onun içində saniklər var. Bunun içində də prosta sökmə. Sökərəm lazım olsa. Bunun içində sanik var. Bu saniklər bu deyə qoyan kimi avtomobili yağ təzyiqi gəlir. Yağ təzyiqi gəlir, bu paketi sıxmalıdır. Bu beləçənə sıxmalıdır. Sıxmalıdır ki, avtomobil getsin. Qıraqlara sıxılmalı. Baba bu belə sıxmalıdır ki, paket fırlansın. Sanik quru olanda deyə qoyduğun maşını yağ gedir qırağa da belə deyək də. Qaçırdır, yağ Bunu sıxa bilmir. Hə, yağ buradan axır gedir. Tamam, sanik buraxırdı o yağ. Sanik buraxır. Daha şu maşın qızana kimi. Qızanda o sanik açılır biraz. Aha. Açılan kimi bunu sıxa bilir. Çıxır gedir. Hə, onda işləyir. Onda işləyir, hə. O yəni sanik quruyanda belə deyək. Bu problemi yaradır. Problemləri yaradır. Bunu yandırır və ya sanik cırılanda. Bunlar hamısı saniklə işləyir. Məsələn, indi bu sürətlər qutusu sökülüb də, bunun salnik rem komplekt tək arxa paketi dəyişmək lazım deyil. Bütün hamısını dəyişmək lazımdır ki, həm kompressiya artır, həm güc artır, həm də ki Adam deyə bilər ki, məsələn yanmayıb da, biri yanmayıb, məsələn onu dəyişməyə yox, hamısı hamısı dəyişilməli. dəyişilməlidir və benzin raskodu da azalır. Yəni bu sürətlər qutusunun benzin raskoduna çox təsiri var. Ha, yanacaq sərfiyyatın artıq düşür normaya yəni. Görürsünüz necə yandırıbsa, bax buna. Çıxmır. Paketin dəmirinə kimi keçib də. Yəni biz burada bunu yəni friksiyon dəyişə bilmirik. Və bunun detal özü də dəyişilir. Yəni bu gecikibdir. Başa düşdünüz? Yəni bunu vaxtında müraciət eləməyib, bax görürsüz korpusa yapışıbdır. Çünki bu sən bir var bunu dəyişəsəydin vaxtında İndi dəyişsən. bunu da dəyişəcək. Bir də var ki bunu dəyişsən, bunu dəmirini dəyişsən, paketini dəyişirsən. Hamısı dəyişilməli. Bir də ki, bax belə bir şey izah edeyim də. Hər bir avtomobildə fərqi yoxdur. Avtomat korobkalardan gedir söhbət. Hər bir avtomobil 3-cü paket yanıbsa, burada indi 3-cü paket yoxdur. Bu 1-dir, 2-dir. 3-cü paket yanıbsa, bir dəyişibsə, bir yanıbsa, ola bilər sanik quruyubdur, saniki dəyişirsən işləyir. 2-ni dəyişirsə, friksiyonu yedibsə, dəyişirsən işləyir. 4-ü də, amma 3-cü paket yanıbsa, mütləq bu Beyin dəyişir. dəyişir. Beyin dəyişməlidir. Ona görə ki, avtomobildə ən çox
üçüncü paket işləyir. Belə deyək də, ən çox güc ona düşür. Ən çox da bunun datçıqı işləyir də, üçüncü paketin datçıqı. Yəni üçüncü paket yanıbsa, siz bu gidraboku dəyişməyəcəksinizsə, bir ay sürəcəksiniz. Bir aydan sonra yenə bir aydan sonra yenə bu olacaq, həmən bu variantda. sırf üçüncü paket. Üçüncü paket yanıbsa, bunu üçüncü başqa paketlərdə də ola bilər ki, yəni 4-ə keçməz, birdən 2-yə vurma olar. Amma üçüncü paket mən sökürəm karobkanı. Belə deyirəm ki, 4-cü skorsa keçmir. Bunu yuarıq, belə deyək, qoyarıq, işləyər, sürüb baxarıq, yoxlayarıq. Amma ki 3 yanıbsa mütləq dəyişirəm o. Yəni o təcrübədə o qədər olur ki. Əlavələrim. Yəni bu sürətlər xüsusunda hər bir detalın, hər bir ehtiyat hissəsinin öz iş prinsipi var. Adi gidrablok bublik var, dilatasyon var. Onun içində də feroda olur, ondan sonra sanliklər olur. Onlar da quruyanda, təzyiqi qaçırdanda, onlarda da struşka olur. Gəlib bax, Aruz demişkən, bu gidrabloku porşinlərini tutur. Və yaxud da ki, sanlik krem komplektdir, friksiyon demir. Bu maşın 200-250 min gedirsə, bunun hamısı təzələnməlidir. Yenə də deyirəm, təzələnləyib, gidrablok yuyulmalıdır, maşın təhvil verilməlidir. Belə deyək də, bax, indi bunu işləyir də, bax, hal-hazırda, bax. Görsünüz, işləyir. Bəli. Bax, bu belə, bunu görsünüz, aramaz. İndi buna bir dənə adi, belə deyək, bir nazik bir sap. Düşsə və yağı çıxardıb şübhə baxırıq və ya yağı dəyişəndə gedir söhbət. Yağ dəyişəndə bu yağ dəyişən usta bunu təmizləyir, karteri təmizləyir, maqniti təmizləməlidir. Adi bir sap dənəsi belə deyək. Dəmir qırıntısı yəni. Heç dəmir qırıntısına ehtiyac yoxdur. Bir dənə sap ver, mən bu saat bunun içinə salım. Əskidən çıxan sap yoxdur da bu da. Nə baş verəcək? Nə baş verəcək görəsən ki, bu ilişdi. Getmir. Getmədi. Belə deyək də oradan gedəndə ona görə elə şeylərə biraz diqqətli eləmək lazım. Bu da skor işləri keçirdi. Hada yəni bunda olmasın, bu indi beyində Parabolun kimi düşür avaryayla rejimə. elə deyək də, yəni bir işdə bir balaca bir nəsə bir şey olsa. Bildi də o. Hada yəni bunun arasına getdisə, ilişdi qaldı. İlişdi qaldı, yağ gedir boşa, yürür yandır. Yəni elə şeylərə fikir vermək lazımdır. Yağ dəyişmək fikir vaxtında dəyişmək lazımdır. Antifrizinə belə deyək də, sürətlər qutusunun soyuma sistemi antifrizlə bağlıdır, radiator sistemi ilə bağlıdır. Onlara fikir vermək lazımdır. Yaxşı antifriz istifadə etmək lazımdır. Yəni orada hər bir avtomobildə, indi biz bunun hamısını biz inşallah ki bir dəfə bir bütöv karobka gətirərik bura, onun üstündə daha izah edərik. Hər bir avtomobilin sürətlər qutusunda intercooler dediyimiz yağ radiatoru var, soyuducu var. O iş prinsipini deyildi. Yağı gedir, belə deyək də, bizdə məşhur bir şey var idi, bir arada moda düşmüş ki, səhər-səhər maşını xodlayıb sürmək olar, sürmək olmaz, soyuq qızdırmaq olar. Belə deyək də, motora, yəni istehsalçı deyir ki, motora olmaz da. Yəni 20 saniyə hava şəraitinə görə deyirlər ki, 20 saniyə işlətmə. Amma karobkaya görə, yəni o karobka burada olsa mən onu daha izah edərdim. Yəni onun içində yağ radiatoru var. O su səhər-səhər maşını xodladım. Çox danışmıram. Yox. Səhər-səhər maşını çox xodladım. Maşını qızdırmağı, birinci o qızdırır. Həmən bu sanniklər açılır da, belə deyək də, kömək edir. Virusda maşın çox qızanda, 100 dərəcə, 70-ci hər avtomobilin qızma, soyuma temperaturu var da, avtomat karobkalar 70-80 dərəcə, variator 130 dərəcə kimi qıza bilir. O onu soyudur. Ona görə də antifriz keyfiyyətsiz olanda, o gedir o radiatoru tutur. Radiator tutdu. Radiator tutsa onda yağ tək karobkanın yağı onu özünü soyuda bilmir. Soyuda bilmədən öncə baxır qızma yanar. Qızma yaranan kimi yenə də bax bu saniklər yanır. Saniklər yanır, sonra qızıb da karobka qızıb, sanikin nə gücü var orada? Saniki çarpıb göstərə bilərəm sizə. Bu porşinlər alüminiumdur da bu, ilişir, elə yəni proses. Belə deyək də, antifriz də yəni keyfiyyətli olmalı. 100% keyfiyyətli olmalı. Antifrizin də karobkaya çox kömək var. Çox da keyfiyyətli antifriz döymək lazımdır, vaxtında dəyişmək lazımdır. O elə avtomobillər sökürsən ki, bir il bundan qabaq deyir dəyişmişəm antifrizi. Baxırsan ki, pas gəlir. Pas da yox, qara elə bir ki, səlyərkanın yanmış olur, belə deyək də. Deyirsən ki, bundan sonra su töksən ondan yaxşıdır. Yəni o vəziyyətdə, onunla avtomobil necə işləsin? Mən bir dənə də əlavə edeyim, Aruz bu köhnə modellər haqqında da. İndi yeni nəsillərdə sürətlər qutusu və yaxud da motor, yəni xodladın sürmək olar. Çünki yağın 0-20-yə keçib bilər. Yağlanma sistemi, karobkada da məsələn motoqes gəlibdir, onu
sürüşməyi, yəni ki, indi müasir maşınlarda bu elə də rol oynamır. Müasir maşınlarda məsəl üçün bu köhnə modeldir. Bəli. Müasir maşınlarda kodladım, məsəl üçün sürüb gedə bilərsən. Aha. Bu ondan əlaqədardır ki, yəni ki, yağın viaskısıdır, yağ ona dopusk verir. Sürüşkənli daha duru yağ, yəni gedib vaxtına çata bilir də, belə deyək də. Çox gözəl. Həqiqətən əla məlumatlar verdiniz. Düşünürəm ki, izləyicilərimiz də bir az da olsa maarifləndirə bildiksə, bax nə gözəl bizim İndi halımız. sürətdə Dəyərli izləyicilər, ustalarımız sağ olsunlar detal gətirmişdilər və elə detalları da bizə göstərdilər, təqdim elədilər. Yağ dəyişmə və bax hansı problemləri yaradır. Çox sağ olsunlar, həqiqətən də ətraflı məlumat verdiniz. Buna görə sizə minnətdarıq. Yavaş-yavaş da efirimizi yekunlaşdıracağıq. O kimlər ki var düşünürlər ki, ümumiyyətlə Azərbaycanda usta yoxdur, bu yanlış fikirdir. Düşünürəm ki, siz ustanı gedib tapa bilmirsiniz. Peşəkar ustalar Azərbaycanda həqiqətən də var, sadəcə onları tapmaq lazımdır. Bax, tapmaqda da Avtotəmir Az komandası olaraq biz sizə kömək etməyə hazırıq. Bugün iki dəyərli ustamız, sənətkarımız, Avtotəmir.az saytının üzvləri, sürətlər qutusu, avtomat, robot, variator fərqlənmir, hər üçün təmir edirlər. Gidrapolog, yəni el arasında bu birlikdə bildiyimiz hissənin təmiri ilə bağlı daim bizə kömək edir. Aruz usta və Şahin usta. Çox sağ olsunlar, bugün də efirimizdə iştirak etdilər. Şahin usta, sizə minnətdarıq. Mən də sizə minnətdaram. Sizə sağ olsunlar. Nə qədər izah elədik, başa saldıq. Yəni sürətlər qutusu hər şeylə motora nəsə problem varsa, demək sürətlər qutusunda da var. Bunun yəni hamısının tədbirini görmək lazımdır. Vaxtında yağını dəyişmək lazımdır. Üzərinə düşmək lazımdır. Və problem hiss edən kimi də ustanın yanına aparmaq lazımdır ki, usta baxsın. Onsuz da Avtotəmir Az ustalarına, yəni saytımızın ustalarına getdiyiniz zaman yanına deyin ki, Avtotəmirdən gəlmişik. Usta onu sürür, sizdən də ödəniş almır. Və sizə deyir ki, problem nədən ibarətdir? Ondan sonra artıq baxarsınız da gerisinə. Təmir eləyəcəksiniz, yoxsa yox. Artıq gerisi qalır sizə. Şahin usta, minnətdarıq sizə. Aruz usta, çox sağ olun. Sağ olun. Mən də təşəkkür Xoş edirəm. oldu. Sağ olun. İnşallah ki, yenə də hər zaman sürücülərə kömək eləməyə hazırıq. Sizin adınızdan zəng eləyəndə daha da biz ona məsuliyyətli olduq. Daha da Allah razı olsun. belə istəyirik ki, daha sizin də adınız çəkilirsə orada, Bəli, daha da orada şəffaf olsun. Daha bəli, da... bəli. Başqa yerdən gəlirsinizsə də problem yaşayacaqsınız, onu sizə deyim. Yox, yaşamırıq. Belə yaşanmır, şükür Allaha ki. Belə deyil. Bilirəm. Hər dəfələrlə sən radioda Bizim demişəm. adımızdan yad getsəniz, orada əsas məsələ bax qiymətdə də sərfəli qiymət olacaq. Onu bildirim sizə. Çünki nəyə görə bunu mən bildirimlə sizə. Avtotəmirin ustaları buna diqqət edirlər. Əgər siz zaman ayırırsınızsa, bizi izləyirsiniz. Çünki zaman ayırırsınız. Bizi dinləyirsiniz radioda. Gedirsinizsə, onu ustalarımız sağ olsunlar dəyərləndirirlər. Belə Yəni deyək, sizə fərqli bir yanaşma olur da belə. Elnur bəy, siz bugünkü gün bizi radioda çağırırsınız, verilişə də çağırırsınız. Tam belə deyək, təmənnasız, pulsuz, biz heç nə ödəmirik. Biz də onun qarşılığını verməliyik sizə. Bugünkü günü mən sizə pul vermirəm. Yəni heç bir fakt da, yəni yoxdur heç nə də. Bəli. Yəni sizin də işiniz budur. Sizin gələn yana maşını da mən razı yola salmalıyam ki, Əla. Əla. Biz də dəyərli dostlar sizin üçün çalışırıq ki, ona görə də ustalarımızın yanına getmək elə məsləhətdir. Avtotəmir live efirini izlədiniz, yekunlaşdırırıq. Havoline yağlarının baş sponsorluğu efirimiz yayımlandı və bitdi. Sağ olun, görüşmək ümidilə.